verilişin aparıcısı Murat Dadaşov. Axşamınız xeyir olsun, hörmətli xanımlar və canımlar. Hər birinizi bu gözəl gecədə yenə də ATV telekanalında görməyə olduqca şadam. Əziz dostlar, M Group Production, MGP sizə Azərbaycanın bax bu yaz, yay aylarının ən böyük, bəlkə də mən deyərəm ki, ilin əvvəlindən, bəlkə də son 2 ilin ən böyük televiziya hadisəsini təqdim edir. Maşın reality şousu efirdəydi bütün bu günlər ərzində və 14-cü sürətin final gecəsini bərabər yaşayırıq. Final gecəsi deyəndə ən böyük final gecəsi hələ sabah olacaq. Sabah biz gözləyirik burada möhtəşəm bir bağlanış mərasimi, təntənəli bir bağlanış mərasimi. Bugün isə biz artıq gördüyünüz kimi xahiş edirəm operatorlardan maşın ətrafını göstərin. Və o deməkdir ki, qalib müəyyən olundu. Maşın reality şousunun qarşı durmasının qalibi var. Bu ya iştirakçılarımızdan, finalçılarımızdan Aksana Rəsulova, ya Elcan Rəsulov və ya İslam Mihrəliyevdir. İndi bunu biz bugün ərzində sizə mütləq xəbər edəcəyik. Mən təşəkkür edirəm bizə baxan çox saylı, yüz minlərlə, bəlkə də milyondan çox insanlar baxır bizə. Hər birinə ayrı-ayrı təşəkkürümü bildirirəm. Məsələn ondadır ki, onların diqqəti sayəsində veriliş nəinki bütün reytinglərdə darmadağın etdi. Hətta bugün ən müzakirə olan mövzudur. İnternetdə, sosial şəbəkələrdə, hər yerdə, şəhərlərdə, ölkələr arası. Ən müzakirə olan layihənin qalibini də bugün bizim sosial şəbəkə istifadəçiləri müəyyən şəkildə çalışdılar, aşkarlasınlar, hələ öz versiyasını təqdim etdim. Mən deməzdim ki, onların sırasında doğru olanlar var. Əlbəttə, eləsi var ki, ehtimallar çoxdur da indi. 3 nəfərdən birincisi hər halda variantlar çoxdur, bəlli bir variant sayı var. Amma qalib həqiqətən də var, qalib müəyyən olundu. Sadəcə, məsələ ondadır ki, şounu ilk tərk edən kim oldu? Bu hadisə səhərə yaxın baş verdi. Yəni, dünəndən bugünə keçən gecə ərzində baş verdi. Yadınızdadsa dünən saat 1 radələrindəydi, 1-ə işləmişdi artıq. Biz sizi ilə vidalaşdıq. Şounu bütün studiyada tamaşaçılar tərk etdilər. Hamı çıxıb getdi, yalnız qaldı bizim nəzarətçi qrup, operatorlar, prodüserlər və rejissorlar, digərləri qaldılar burada və 3 nəfərin mübarizəsinin şahidi idilər. Və bu mübarizəni birinci iştirakçı artıq tərk etdi. Və bu tərk edən iştirakçını mən sizin alqışlarınız sədası altında bura dəvət etmək istərdim. Xanımlar və canablar, Maşın reality şousunun 14-cü sürəti, qarşı durmanın gümüş mükafatçısı, 3-cü yer sahibi, bürünç əlbəttə, bürünç mükafatçısı, 3-cü yer sahibi, Aksana Rəsulova. Heç kim inanmırdı, heç kim düşünmürdü, heç kim fikirləşmirdi, amma Aksana şounu tərk etdi. İlk çıxan iştirakçı oldu. Aksana'nı biz ürəkdən salamlayırıq. Çox gözəl, çox yaraşıqlı və çox enerjili görsəndi mənim gözümdə. Aksana, sanki elə bir o gecəni sən burada deyildin. Salamlayım hər kəsi, təşəkkür edirəm tamaşaçılar. Murad mənim salonun nəhayət ki buradayım və bu sizin yanınızdayım. Əslində sizin yanınızda olmaq daha çox da belə, nə deyim, həyəcan burada daha çox olursunuz, amma hal-hazırda mən özümü çox yaxşı hiss eləyirəm. Dünənə nisbətən baxmayaraq, çünki dünən çox çətin idi mənim üçün, amma mən xoşbəxtəm. Xoşbəxtsən. Bəli, sevincliyəm. Mən də sevincliyəm ki, sənin bu mübarizən yəni artıq dayandı və davam etmir. Sadəcə bir şey deyim, yəni ən çox, yəni bütün danışanlar sırasında, bütün müzakirə olunan sırasında ən çox sənin namizədliyin birinci yer sahibi olaraq qələmə gəlirdi. Ona görə ki, hamı deyirdi ki, Aksana ən dözümlüdür, enerjilidir, Aksana idmançıdır, istər-istəməz dözümlüdür. Necə oldu belə?
Əslində mən həqiqətən də sözün açıq mənasında mən də özümdə elə bilirdim ki, mən dayanacağam, necə lazımdır. Səhv eləmirəmsə 28 ya 29 saat dayandım. Artıq 26-cı saatda ayaqlarım məni belə pis çıxması yaxşı mənada başladılar şişməyə. Çox şişkinlik oldu. İndi hal-hazırda yaşam sağ olsun M qrupun əməkdaşları və buradakı olan Ülvi bəy həkim ki, hansı ki mənə yardım elədi. Hələ məhz o vaxt əlimi çəkəndən sonra ayaqlarım şişməyə başladı biraz. Yəni çox ağrı oldu deyə ona görə mən çıxdım. Çıxdım. Yəni buydu səbəb əsas. Bu səbəb də var idi. Ayrı ikinci səbəb də var idi. İkinci səbəb nə idi? Əslində mən elə bilirdim ki, bunlar indi məndən, yəni ki, sonra indi söz alırdım onlardan. Əslində ki, bunlar götürəcəklər əllər, yəni bunların Planlarını bilmək istədim. Aksana Rəsulova bu şounu tərk etdi ilk olaraq və əlbəttə ki, Aksana sevərlər, çoxsaylı Aksananın pərəstişkarlar çox məyuslar ola bilsin bu dəqiqə. Amma məncə məyus olmağa ehtiyac yoxdur. Ona görə ki, sabah bizim böyük bir final gecəmizdə Aksananı və digər iştirakçılar biz burada gözləyirik. Çox sayılı hədiyyələr, sponsorlarımızda olan hədiyyələr var. Mən ən az xatırladım ki, bütün bu hədiyyələr bu gözəl bayram qatırır. Sabah bilirsiniz ki, bütün ölkəmiz Qurtuluş bayramını qeyd edəcək və bu bayram gününü biz bərabər burada yaşayacağıq. Əziz dostlar, mən xatırladıram ki, Aksana Rəsulova artıq iştirakçı deyil, artıq finalçı deyil, amma yenə də bizim ürəyimizdə çox əziz bir insan olaraq buyursun, əyləşsin və baxsın. Aksana Rəsulova alqışlarınızla. Dostlar, bu günlərdə bizim sponsorlarımızda, bizim şoumuzu izləyən və şoumuza dəstək verən insanlar sırasında Pilot Rezidensidən sahibkarlara gözəl bir fürsət. Binanın birinci və ikinci mərtəbələrində yerləşəcək məhdud sayda qeyri-yaşayış sahələrini 1 iyul tarixinə qədər endirimli qiymətə əldə edə bilərsiniz. Bu cür endirimli qiymətə Baksovet ərazisində qeyri-yaşayış sahələri bir daha ələ düşməz. Dostlar, tələsin, kampaniya yalnız 1 iyul tarixinə qədər qüvvədədir. Mənzillərə gəldikdə isə ən aşağı kvadrat 2 geniş otaq olmaqla 110 kvadrat metrdən başlayır. Ən yüksək kvadrat isə 459 metr olmaqla dupleks, yəni 2 mərtəbəli mənzillərə məxsusdur. Qısa nömrə isə Ulduz 3555. Mən qeyd edəndə ki, Aksana Rəsulovanın buradan getməyi əlbəttə bir sual işarəsi idi hər bir insan üçün. Ona görə ki, şounu izləyənlər bilirlər ki, Aksana olduqca enerjili bir insandır, olduqca güclüdür. Aksana digərlər kimi öz gücünü Karabağ ilə göstərirdi. Karabağ ilə gücünü strategiyasını yürüdürdü. Mən sizə xatırladıram ki, dostlar, Karabağ bu günlərdə həqiqətən bizə nəinki dəstək oldu, hətta bizim seçimimiz oldu. Maşın reality şousunun bütün tamaşaçıları tamaşaçılar da hətta belə Karabağdan içir və xatırladıram ki, Karabağ bir enerji deposudur. Bu günlərdə finalçılara Karabağ şübhəsiz ki, verilirdi. Bax belə, bax qızlar burada əyləşiblər, ekranlarda onları görürsünüz. Bu qızlar Karabağ'ın bizdə səfirləri idi. Karabağ'ını finalçılarımıza verirdi və yorğununuzu aradan qaldırmaq üçün siz də təbii tərkibli Karabağ'ını seçin. Karabağ sinir sisteminizi və immunitetinizi möhkəmləndirmək üçün B6 və B12 kimi ən zəruri vitaminlərlə zəngindir Karabağ ilə göstər gücünü. Əziz dostlar, mən xatırladıram ki, Aksana Rəsulovanın iştirakı ilə bağlı əlbəttə şouda müxtəlif sözlər var idi, söhbətlər var idi və mən Aksananın son dəqiqələrini də burada sizə göstərəcəm. Hamıdan xahiş edəcəm ki, diqqətlə əyləşib baxsınlar, onun ki, doğrudan da finala, yəni maşına belə deyim, 2 addım qalmış. Yəni iki iştirakçı düzməli idi ki, maşını aparsın, nədənsə Aksana da alınmadı. Hansı səbəbdən, nəyə görə hamısını özünüz görəcəksiniz. Bu günlərdə, bütün bu son günlər ərzində yaranan hər hansı bir səhətimizdə problem varsa, əlbəttə biz peşəkar həkimlərə müraciət edirik. Amma bizim şoumuzda təbabətimizin, qayğımızın və belə deyim, mərhəmətin bir fəxri səfiri var, Hacı Nuran, hansı ki Həyat Fondunun rəhbəridir. O həmin Hacı Nuran ki, bu günlər ərzində, inanın mənə ki, vallahi billah, mən bax son 2-3 gün ərzində, mən illərcə
səhətimlə məşğul deyildim. İndi xarici görkəmdən görünür də ki, insan özünə baxmır. Yəni daha doğrusu başqa səpkidə baxır da. Yəni heç nəzarət eləmir səhəti ilə falanla. Bu axırı 2-3 gündə illərcə etmədiyimi Hacı Nuran apardı bir-bir həkimlərə, bir-bir nə bilim müxtəlif müayinələrdən keçdim. İndi bəlkə də bunun rəyi əsasında nəsə baş verəcək müsbət həyatımda. Amma məsələ ondadır ki, Hacı Nuranın ən böyük missiyasını mən bugün canlı şahidi oldum. Bakı bizim diaqnostika mərkəzində. Mərkəzi xahiş edirəm yaxınlaşın. Hacı Nuran'ı bir alqışlayaq. Müalicə diaqnostika mərkəzi. Respublika Müalicə Diaqnostika Mərkəzində biz bugün oradaydıq. Sağ olsun bizim oradakı dostlarımız, həkim heyəti, hamıya dərin təşəkkürlər. Həqiqətən də çox gözəl, müasir tipli bir tip ocağıdır. Bəli, çox gözəldir. Eyni zamanda peşəkarlarla da oldu və orada biz olarkən Hacı Nuran mənə söylədi ki, mən istəyirəm ki, yəni bir insanla görüşəsən, görəsən onu və əminəm ki, onunla görüş bir ruh verər bu insana. Və bir anda belə liftin qapıları açıldı və arabada bizim gözəl ifaçımız, sənətçimiz, xalq artistimiz Könül Xasiyevanı gördük biz orada. Açıq deyim dostlar, mən Könül xanımı sənətinin vurğunuyam, çox istəyirəm. Əlbəttə hər birimiz, musiqi sevən insan kim varsa əlbəttə bu insanın istedadını etiraf edir. Başqa cür ola bilməz. Amma Könül xanımın belə bir vəziyyətdə görmək çox məni məyus etdi. Amma eyni zamanda o insanın deyir, gözlərində bir həyat var da, o həyat fondunda. Bir həyat var və bu həyat sevərlik Könül xanımda və bizi də onu sevən insanları da ruhlandırır. Mən fürsətdən istifadə edib bu studiyadan xalq artistimiz Könül Xasiyevaya möhkəm can sağlığı, birinci salamlar, atəşli salamlar hamıdan Könül xanım. Bizə baxırsınızsa, vallahi billahi insan üçün bu anlarda, bu günlərdə elə bir dəstək o qədər vacibdir ki, insan tək deyil, yalnız deyil, onun yanında çox sağlı insanlar var. Biz sizə salamlarımızı söyləyirik, isti, atəşli salamlarımızı söyləyirik. Allah sizi qorusun, möhkəm olasınız, Allah sizi saxlasın. Və bu gün ərzində bir görüşdə oldu, hansı ki bizi çox sevindirdi. Bir video varsa xahiş edirəm, bu videonu nümayiş etdirək ekranlarda. O da yenə də bizim qayğıkeş səfirimiz Hacı Nuran'ın sayəsində baş verdi. Dostlar, var mı bir video göstərək? Gəlin ekranlara baxaq, diqqət. Çox hörmətli, çox böyük bir insanla Hacı Nuran bugün görüşü və bizə salamları. Əziz dostlarım, çox sevilən bir insanın yanındayım. Respublikanın xalq artisti Elmira xanım Rəhimovanın yanındayım. Mən buradayım çünki Murad Dadaşov dəstək olmaq istəyir. Çünki bir müddət Böyük məmnuniyyət. xəstələnmişdi, indi yaxşı. Mən də çox istəyirəm. Çox gözəl veriliş aparır. Bu verilişə bütün aləm baxır. Hamısı baxır bu verilişə. Mən təbrik edirəm, o da uzun ömürlü olsun. Və salamlayıram Murad və xalqımızı, oturan xalqımızı salamlayıram. Və bu veriliş çox maraqlıdır. Olduqca maraqlıdır. İstər-istəməz hamısı baxır. Və mənə gəlir ki, nə qədər uzun geçsə, o qədər cəmal baxacaq. Təbrik edirəm, uzun ömürlü olsun. Orada uşaqlara nə deyə bilərdiniz? Uşaqlara inanın ki, adam hamısına dəstək olmaq istəyir, amma bu oyundur. Allah Teala kimə qismət eləsə, o aparacaq. Amma 3 dənə olsaydı, adam istəyərdi, isməyir. Çünki bir dənə qız var ortada, necə deyərlər. Adam istəyirdi ki, qıza qismət olsun. Amma yenə də Allahın yazısıdır. Kimə qismət olar, sağlığına qismət olsun. Sağlığına işləsin. Mən səhv etmirəmsə, neçə illər ərzində Elmira Rəhimova xalq artistimiz, gözəl sənətçimiz efirlərdə görsənmir, mən bildiyim. 10 ildən çox idi ki, efirdə yox idi və biz onu güclə, bəla ilə xahiş edirdik ki, çünki Elmira xanım nəinki özünün səhhətində problemi var və əsas onun nəvəsində böyük bir problemi var. Hidrosefaliya xəstəliyindən əziyyət çəkir və əməliyyat zamanı göz sindirinə toxunublar və artıq uşaq görmür.
balaca. 2 yaşındadır. 10 yaşında Tofiq balaca görmür və o xaricdə müalicəsi var. Elədik imkanları yoxdur. Çox güclə bəla ilə biz çəkiliş elədik. Bugün dərhal sizin verilişinizdən sonra, maşın şoudan sonra bizim həyat verilişimiz efirdə gedəcək. Elə Könül Xasiyevlə ilə bağlı süjet olacaq ki, ona maşallah artıq bu xəstəxana köməklik göstərir. Bir də Elmira xanımın nəvəsindən olacaq, özündən olacaq. Maraqlı olacaq. Verilişdən sonra hamı baxa bilər. Eyni zamanda Həyat Fondunun açdığı bax bu xeyriyyə marafonuna siz də qatılın. 999 nömrəsini zəng vurmaqla 1 manatdan 9 manata qədər yardımınızı əsirgəməyin, köməkliyinizi əsirgəməyin. Hətta boş SMS göndərilsə belə 50 qəpik olaraq siz dama görə olar. Təşəkkür edirik Hacı Nurhan. Minnətdarıq. Çox sağ olun dəstəyinizə görə. Və mən xatırladıram ki, dostlar, hər birimizin müəyyən anında, həyatında elə bir an gəlib çıxacaq ki, insan istər-istəməz, bax bugün dəbdədir, hamı onu sevir. İndi Kənan Mahmudov buradadır, Kənan Əməyim, Pərvin xanım buradadır. İndi dostlarımız çoxsu, Sərxan buradadır, Azər buradadır. Mən indi digərlərini demirəm, indi yaxınlaşacağım onlara da. Elə bir insanlar var ki, bugün həqiqətən də dillər, Azər axşamı görürsünüz efirdə, bir alqışlayaq Azər axşamı da. Afaq xanım buradadır bizimlə bərabər, Nərgiz xanım buradadır, ATV-nin qabaqcı simaları. Bütün bu insanlar, biz hamımız bugün dəbdəyik, biz hamımız bugün öndəyik, amma gəlin hər zaman onu yaddan çıxartmayaq ki, insanın sonrasında da qoy möhkəm olsun. Gəlin bir olaq. Bu xüsusilə bu ayda və bu xeyirxahlığımızı nümayiş etdirək. Dostlar, mən sizə xatırladıram ki, şoumuzda 2 iştirakçı sonunda qaldı. Yəni bu Aksana gedəndən sonra 2 nəfər qaldı. İslam Mehrəliyev və İlcan Rəsul. Onlardan biri artıq şou başlamamışdan qabaq. Bu hadisə, bu finalçının, yəni qalibin müəyyənləşməsi şou başlamamışdan qabaq baş verdi. Biz hətta düşünürük ki, canlı yayımda onlar müəyyənləşdirəcəklər. O qədər yəni kəskin idi vəziyyət. O barədə ki, dözülməz idi artıq onlar üçün. Amma yox, şoudan qabaq baş verdi və kimin qalib olduğunu siz biləcəksiniz. Amma Rauf'un ifasından sonra. Gəlin alqışlarımızla Rauf'u dinləyək. Rauf Maşın Şovu da gəlib. Sen benim için aşık ol, değildi ol. Sensiz ben kino, Oscarsız DiCaprio. Sensiz yer bak saraldı, göy karaldı, yol daraldı. Eşkime düşen ise yine maral maral maraldı. Değildi nokta koyma, cümle bitsin virgülle. Davam olsun sevginin cazibesi virgülle. Sözleri puç puç oldu, bunu geç başa düştüm. 100 defa biçtim, bir defa ölçtüm. Yalandı, dediklerin yalandı. Dedim yalandı, ahın hamısı yalandı, yalandı, yalandı. Dedim yalandı. Dedim yalandı. 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 Baktı çoxlu aşkı o, birdən o. Xoşbəxtlik kino, Oscar aldı DiCaprio. Mənsiz yer bağ yaşardı, yol düzəldi, göy ağardı. Eşkime düşmədi, amma yenə maral maral maraldı. Nöqtəni qoyub cümlə maraqsızdı, gec anladım. Maraqlı olması üçün çatmadı sevgi savadım. Sözləri buç buç oldu, bunu geç başa düştüm. 100 dəfə biç
Təşəkkürlər. Çox sağ ol, Rauf. Təşəkkürlər, minnətdaram sizə. Murad bəy, əslində maşın şouda göz muncuğu maşına qoyurdular o vaxtlarım. Amma bu dəfə sizə deyəsən qoymaq lazımdır göz muncuğu. Allah bənd nəzərdən qorusun, Ya, Allah sizə şəfa versin. Təşəkkür edirəm. Çox sağ ol. Təşəkkür əzizim. edirəm, minnətdaram. Çox sağ ol, tərəfinizdən. çox sağ ol əzizim, Sağ ol. minnətdaram. Raufa minnətdarıq. Bəli, bəli. Rauf çox istedadlı oğlandır və çox maraqlı bir ifaçıdır, fərqli bir ifaçıdır. Əziz dostlar, mən xatırladıram ki, bu şouda bir iştirakçı var ki, onun şou vaxtı şouda vaxtı iştiraki çox böyük bir səs-küyə səbəb idi. Yəni onun gəlişi ümumiyyətlə, onun burada iştiraki və keçirdiyi vaxt böyük bir hadisələr törətdi. Söhbət Kənan Əmimdən gedir. Kənan Əmim bugün şoumuzdadır. Kənan'ı dəvət edirəm buraya əziz dostumu. Xoş gördük Kənan. Şoudan çıxandan ilk dəfədir ki, buradasan, yanımdasan. Və mən belə başa düşürəm ki, Kənan, yəni düşünməyə, biraz burada baş verənləri həzm etməyə vaxt lazım idi, yoxsa? Vaxt hər zaman lazımdır. Hər dəqiqənin, hər verilişin, hər bir kəlmənin hökm elədiyi bir şey vardı. Mən ən çox önəmi nəyə verdim Murad müəllim? Yarışmadan sonra biz yenə üz-üzə gələcəyik. Şuşa Allahın böyüklüyünə bütün tamaşaçıların, bütün iştirakçıların üzbəüz gələndə üzümü döndürəcək bir halım olmadı. Onlar da məndən inciməyib yəqin ki, mən də onlardan inciməmişəm. Adı üzərində Maşın Şou sizə də keçmiş olsun. Çox sağ ol əzizim, minnətdarım əziz dostum. Mən sadəcə bir şey xatırladım. Mən yadımdadır ki, indi biz Kənanla maşallah illərdən bəri dostluq. Yalan olması bəlkə, nə bilim, 15-20 il bəlkə də çox. Bu illər ərzində müxtəlif insanlar var idi mənim yaddaşımda. Hansıların ki, pərəstişkarları biraz fərqli idi. Mən də uzun illər məsələn KVN-də çıxış eləyirdim. Bizim komandamızın pərəstişkarları vardı. Nə bilim, müxtəlif müğənnilər gördüm, digərləri, aktyorlar və digər. Amma yadımdadır ki, səhv eləmirəmsə, bu tip deyəmmi, bu yaş fərqində olan insanlar və ya hansısa bir sosial qrup bunu deyim. Bu bir İzzət Bağırovda var idi. Həqiqətən, mən heç vaxt yadımdan çıxmaz, İzzət Bağırovun sadiq pərəstişkarlar var idi ki, hətta onun konsertləri olan yerdə də təcil yardım maşınları dayanırdı. Bu zarafat deyil ha, mən tam ciddi deyirəm bunlar dostlar. Mən tam ciddi bu barədə deyirəm. Bir də bu illər ərzində, məsələn, müxtəlif insanlar döndü, çəkildi, falanlar, fanatlar dəyişdi falan. Kənanın fanatları var, sən demə, ayrıca. Yəni, bir rejissor kimi bir qırağa, nə bilim, bir Kənan Əmim fanatları var. Çox sayılı insanlar yazırdılar və Kənansız bu şou artıq baxılmayacaq, Kənan getdi, biz baxmayacaq falan kimi məsələlər dedilər. Kənan, əlbəttə onların qarşısında nəsə cavab vermək lazım idi. Əlbəttə sən bu fasiləni və bu deyimdə müəyyən dərəcədə zərbə oldu. Əlbəttə özün üçün də bəlkə özün çıxdın getdin, hər şey başa düşürük. Amma buna bir vaxt lazım idi. Nə dərk elədin bu hadisədən sonra? Əsas təəssüratlar nədən ibarətdir? Kənardan çox sözlər oldu. Niyə getdin? Düz elədin, getdin, səhv elədin, getdin. Amma mən bir mənzərəni heç vaxt ömrümün sonuna qədər unuda bilmərəm. Onu bir tək mən gördüm. Mən əlimi götürəndə iri planda sizin sifətiniz heç vaxt mənim gözümün qabağından getməyəcək. Bəli, mən fikirləşirəm ki, əziz dostum Kənan, bu mənzərəni mən özüm də mütləq baxacağım sonra və özüm də hardasa bu kadrı, bir Rəşid Cəbrayılovdan xahiş o kadrı saxlasın, mən hardasa vurarım kabinetimdə bu kadrı. Bu doğrudan da mənim üçün çox böyük bir itki idi Kənan Mahmudovun getməyə, amma nə edək? Kənan, mən şadam ki, bugün bizimlə bərabərsiz, şadam ki, bir əziz dostum kimi bugün bu şouda iştirak edirsin. Kənan Əmim, alqışlarınızla. Əziz dostlar, biz möhkəmlikdən danışırıq, biz nə bilim, iradədən danışırıq, biz nə bilim, müasir fikirdən danışırıq. Biz deyirik ki, biz müasir zamanında yaşayırıq. Müasir zamanında yaşayan insanlar. Bəs əziz ustalar, təmir işinə gələnlər, niyə köhnə üsullarla işləyirsiniz? Niyə xəbəriniz yoxdur ki, yeni dünyada artıq bütün hər yerdə Mətanət Ağ şirkətinin adı var. Özü kimi böyük bir adı var və Mətanət Ağ şirkəti bizim inşaat sektorunda nəinki liderdir, hətta ən müasir, ən rahat, millətimiz üçün, xalqımız üçün ən gözəl nümunələr nə varsa, yeniliklər o gətirir. Və bu arada evləri təmin etdirənlər, ev sahibləri və böyük tikinti layihələrinin rəhbərləri, sizin üçün Blokbandan gözəl xəbər var. Artıq mənzillərin daxili divarlarını hörmək asan və çox sərfəli oldu. Yəni, daxili divarları düzəltmək üçün əvvəlki kimi, nə bilim,
hörgü daşımaq üçün, ay nə bilim, divar birinci hörgü, qara suvaq, ağ suvaq, şpaklovka, o bu, üzlü şpaklovka vurmaq lazım deyil. Bu iş çox uzun çəkirdi, baha başa gəlirdi. İndi Mətənət A şirkətinin Blockban brendi bu bütün 4 işi, bütün bu problemlər aradan götürür. Blockban 4'ü birində deməkdir. Yəni siz artıq Blockbanla hörülmüş divarların üzərinə birbaşa boya və ya divar kağızını vurmaq imkanı qazanırsınız. Vaxt da az gedir, qiymət itibarilə də rahatdır. Düşünün, 4 işi birində cəmləşdirən Blockban sürətli biz burada göstərmişdik şovda ki, bir adi kərpiclə hörülürdü. Tural mənim, siz də buradaydınızsa, Tural Abbaslı buradaydı. Elə sizin iştirakınızla idi. Kərpiclə hörüldülər divarı, biri də Blockbanla. Kərpiclə, ay nə bilim, 3 saat eləyənə qədər Blockban 15-20 dəqiqə içində 5 dəqiqə hətta. 5 dəqiqə 2 kvadrat metr artıq qaldırmışdı. Dostlar, seçin Blockbanı, bu düzgün bir seçimdir və Blockban bugün də Ulduz 30-30'a zəng vursaz, Ulduz 30-30'a zəng vurun. Görün, hələ mən demədiklərim nə qədər üstünlüklər var bu işdə. Blockban natural gips əsaslı olduğu üçün otaqlar nəfəs alır, evdə rütubət olmur. Məhsul həmçinin istilik və səs izolyasiyasına malikdir. Zəlzələyə və yanğına tam davamlıdır. Hər çıxan iştirakçı, bax bizdən bax belə bir paddon Blockban alır ki, onu özü sınasın, görsün ki, nə var, nə yox. Necə gözəl bir imkandır. Hədiyyə kartı Blockbandan. Çox sağ olsunlar. Əziz dostlar, bu şov ərzində elə bir hadisə baş edir, final gecəsində elə bir hadisə baş edir. Mən istəyirəm onu sizə təfərrüatıyla göstərim. Və Aksana Rəsulova buradadır. Bizə dedi ki, əlbəttə getməyimin səbəbi müəyyən dərəcədə yorğunluq və digər kimi məsələlər vardı. Amma bir vacib səbəb də var idi. Və o səbəbi Aksana nədənsə bizə demədi. Biz isə ondan xəbərdarıq. Əziz dostlar, diqqətlə baxın Maşın Reality Show'sunun bugünkü buraxılışına. Heç yerə kanallarınızı dəyişməyin. Final gecəsi ilə bağlı müəyyən bir qaranlıq məsələlər açıqlanacaq. Amma reklamlardan sonra. Dərhal sonra qayıdın bizə. Bəli, axşamınız xeyir olsun bir daha əziz dostlar. Xatırladıram ki, bugün Maşın Reality Show'sunda finalçılar müəyyənləşdi və finalçıların arasında finalçılar arasında isə qaliblər tam olaraq müəyyənləşdi. Əziz dostlar, xatırladıram ki, Aksana Rəsulova ilk olaraq bu üçlüyü tərk etdi. Aksana Rəsulova ilk olaraq şovunun finalına dözmədi. Səbəblər müxtəlif idi. Öz dediyinə görə, əlbəttə, dedi ki, mən gedəcəm, yəni adi bir dözmədim, eləmədim filan. İndi hər halda Aksana gedibsə, Aksana üçün bizim sponsorlar xüsusi hədiyyələr hazırlayıblar. Mən xatırladıram ki, bizim dostlarımız Bravo Hipermarketlər adından hər çıxan iştirakçıya görün nə boyda hədiyyə gəlir. Hər çıxan iştirakçı, bax belə, Namik təşəkkür edirəm, çox sağ ol. Bax belə bir böyük bir hədiyyələr dolu qutu, yəni araba qazanır və iştirakçılar bu arabanı özlərinə aparacaqdılar. Amma sonunda biz burada hamımız məsləhətləşdik, qərarlaşdıq. Dedilər ki, gəlin biz siz necə eləyək. Hamı sənət adamıdır, istər-istəməz hardasa, necəsə, insanların imkanları hardasa var. Amma bu dəqiqə, bu müqəddəs bir ayda, bu günlərdə ümumiyyətlə həyatda bu adi əşyalara ən çox ehtiyac olan insanlar var. Gəlin, bax, bunları qərarlaşdı iştirakçılar. Bax, Bravo'dan gələn hədiyyələr öz adımızdan və Bravo Hipermarket adından məhz ehtiyacı olan insanlara ünvanlayaq. Və bu, həqiqətən də əysən sizə uşaqlar və alqışlar sizə uşaqlar. Bu çox sayılı hədiyyələr ehtiyacı olan insanlara gedəcək və Aksana Rəsulova adından da məhz tanıdığı insanlar varsa buyursun. Yoxsa Hacı Durandan xahiş eləyək, əlbəttə mütləq elə bir insanlar var ki, doğrudan da ən adi bugün əşyalara ehtiyacı var. Sağ olsun Bravo Hipermarket, sağ olsun bizim iştirakçılar və sağ olsun o müştərilər ki, Əhmədlidə yerləşən bu Bravo Hipermarketinə gedirlər
Və bilirlər ki, Əhmədli metro stansiyasında Bravo Gipermarketinə elə bir avtobusdur, pulsuz parasız aparıb gətirir. Bu ərzaq və qeyri-ərzaq malları geniş seçimi təqdim edən Bravo Gipermarketidir, yüksək qiymətlərə qarşıdır və həqiqətən də biz özümüz orada olduq, böyük bir insan tamaşaçı izdamının üzləşdik və həqiqətən də özümüz sübuta gətirdik ki, biz orada yüksək qiymətlər görmədik. Yəni, digərlərinə müqayisədə əlbəttə məhsullar, ərzaq və qeyri-ərzaq məhsulları ucuzdur. Bravo Gipermarketi, təşəkkür edirik biz sizə. Dostlar, indi isə yaxın oturun, yaxın əyləşin, yaxın əyləşin ekranlara və burada əyləşən tamaşaçılar. Bu süjet biraz uzun süjetdir, amma baxmağa dəyər. Amma baxmağa dəyər. Görün, mən sadəcə bir xatırlama verim bu süjetdən öncə. Demək, saat oldu 12, 1-ə işləmiş, şou bitdi. Hamı çıxdı, getdi tamaşaçılar, mən qarışıq. Biz burada yox idik. Qalmışdı bizim prodüserimiz İsmail Bağırov, qalmışdı bizim rejissörlarımız, bir neçə insan, uşaqlar və əlbəttə operatorlar, nəzarətçilər. Və bu müddət ərzində əlbəttə biz hamımız istirahət edirdik, yəni uşaqlar istirahət edirlər, sadəcə monitorlarla nəzarət edirdilər. İştirakçılar, finansçılar üçü tək qalmışdılar. Üçü də tək qalmışdı. Üzərində olan, üçünün də üzərində olan mikrofonlar var idi. Və əlbəttə bir anda insanlar elə gəldi ki, burası sakitçilik olmadan, heç kim olmayanda, işıqlar sönəndə insanlar elə gəldi ki, onlar təkdilər. Və gəlin baxaq, nə söhbətin şahid olduq biz. Nəticədə. Diqqət ekranlara. Gəlin bəlkə bölüşdürəm, başlı uşaqlar, mən də gedim də rahat, mənə də bir şey eləməyim də, hə? Elcan. Sən get narahat olma, sənə payı verəcək. Mənə birinciliyi lazımdır, amma mən indi bu dəqiqə çıxıb gedə bilərəm ki, sizdə bir dənə kampanyan azalsın, no, mənə dolə verin. Nə qədər? 10 deyim də. Onda siz 200-dən biriniz mənə bir söz verin ki, mən çıxım gedim indi də. Mən nəyə durmuşam burada? 200 mübarizəsi aparım da. Yəni ki, söz verin ki, vermək istəmirəm sözü, mən də durum sizdən oldu. Deyin də. Nə deyim? Biz yarışırıq. Yox, yarışmalı, mən də yarışıram sizlə. Mən demirsiniz ki, biz bölürük başını, 3 yerə, sən qalib olsun, sən qalib olsun. Sən birinci olsan nə verərsən bana? Bəs mən o deyirəm də. Mən birinci olsam, başını satacam, sənə də pay verəcəm bunda. 10. Hə, elə deyirsən? Yox, mən məsəl üçün belə deyərdim. Elə düşsə elə eləyək. Qalib oldu, Elcan satmayacaq maşını, deyəcək İslam sözü. Yox, Elcan mən əminəm ki, o eləyəcək. Yox, Elcan mənə deyəcək ki, ay İslam. Baxsan, dözə bilmədi, getdi. Dözə bilmədi, mən dözürəm. Hadi dözdü onda. Hadi mən sizə rəqib olmayayım deyə. Bəs ol. Olum rəqib. Yaxşı, okey. Diyan Oksi, sənsən. Yaxşı. Diyan. Mən Naboruz, mən sizə deyirəm ki, mənə bu uduş lazımdır, yəni birinci. Diyanın axıra kimi. Başa düşürsünüz? O heç dəxli var. Bölürük ya yox. Nə yazırım, mən görmürəm. Bölürük ya yox. Yanmışıq da. Diyanın da problem yoxdur ki, udacaqsın, sən udacaqsın, sən udacaqsın, mənə heç dəxli yoxdur. Elcan. Hocam. De. Yox, yəni eləyiriksə bunu indidən okey eləyib, uzatmayaq. Mən də onu deyirəm də. Yoxsa hə, mən danışdım, işimi getdim, biz də qalaq burada. Sabah axşam 9-a kimi. Mən yarışıram, nə istəyirsən? Hə, sən yarışmaq istəyirsən. Hə. Takansa. Hə, gedirəm. Yanmışam. Nə oldu, nə olacaq? Harda qırıldı. Oyun başladı. Hayda. Kiyə niyə tutsamıyım? Gəlin çəkin mənim. Çıxıram. İstəmirəm, nə pul istəyirəm, nə maşın zarafat elirdi bunlar. Mənə heç nə pul lazımdır.
nə maşın lazımdır. Sizin ikinizin əslində ehtiyacı var. İslamın ehtiyacı var. Çünki maşın ona lazımdır. Uşaq, ailə filan. Sənin də ki ona görə ehtiyacın var ki, sən söz vermişsən və qalib olmaq istəyirsən. Mənim də təbii ki maşına da ehtiyac, əslində mənim maşınım yoxdur, bilirsiniz də. Maşına da ehtiyacım var əslində. Belə pis çıxması pula da ehtiyacım var. Bu mənada. Amma mən yenə də qərarlaşdım ki, mən sizi çox istəyirəm. Siz mənim balaca qardaşlarımsınız. Yenə qardaş bacı söhbəti. Yox da yaxşı. Mən yaxşı mənim də. Yaxşı, başa düşün. Mənim nə verdiyim sözüm var kiməsə qarşı, nə də ki, belə pis çıxmasın, gözüm və nəfsim qalıb maşında. Kimə ikinizdən birinə əgər qismət oldusa, sağlıqla, necə lazımdır. Amma ki, üçüncü finalist kim? Təbii ki, mən sizdən... Hədiyyə gördüm. Təbii ki, bir centilmen kimi, yəni, zarafat edirəm. Niyə zarafat necə oldu? Sadəcə uşaqlar, mən bunu eləyirəm, biləsiz. Özümə görə yox, sizə görə. Sırf minnət, çıx ki. Yox, minnət deyir, əstağfurullah, dəli deyir. Bunlar neyini... Mən naboru sizə dost olmuşam deyə çıxıram buradan. Mən istəmirəm sən gedəsən. Diyambırda da var, bomba kimi nastelim var. Əhval rühün əla, qaz fındıq yiyirsən, suyundan içirsən. Niyə görə qalxılır? Atmışıq da, dayanmışıq da. Sən nə narahat edin? Mən bilirəm axı şeydir, kakao. Təzyiqlər falanlar, nə bilim, beş məkanlar. Sən təzyiq göstərir burada o şey. Yatacaq, zarafat eləmişik sənlə. Valla zarafat eləmişik. Diyan, heç kim səni heç eləməyəcək. Ehtiyacımız var axı. Şükür Allah, dayanmışıq. Bomba kimi də dayanmışıq. Yox uşaqlar, sağ olun. Öpdüm. Öpdüm. Da. Toka demeyin ki siz pis oldunuz da, yəni bəstirin də. Allah haqqına haq elədin. Hələ maşın reality şousu ərzində belə bir söhbətlər əlbəttə müxtəlif illərdə şairlər gəzirdi ki, iştirakçılar bir-birinə nəsə təkliflər eləyir filanlar feşbiki. Bu hamısı şair formasında elə qalırdı. Hələ belə bir şey olmamışdı ki, açıq-aşkar iştirakçılar, iştirakçı xanım oğlanlara təsir göstərsin müəyyən dərəcədə. Təsir, demirəm təsir təqidlə desin ki, dostlar, bəs yaxşı, filan feşməkan. Mən indi Aksana Rəsulovanı bura çağırıb sual verməyim, necə eləyim? Necə ola bilər? Aksana Rəsulova, xahiş edirəm, bu məsələ ilə bağlı bir qısaca da olsa, amma açıqlama istəyəcəm. 10 onu başa düşdü. Halbuki maşının qiyməti ondan da üstündür, biləsiniz. 10-10-10-dan 30 bindən üstündür, biləsiniz. Sizin bura ehtiyacınız var, filan sözünü kimi, yəni onu da başa düşdüm. Mən sizdən popüləram məsələsi onu da başa düşdü. Bəs bu sonda mən sizə yəni nəticə o verməyəndə, o atdığınız o tilovlar bir, nə bilim, heç kim tilovun içində düşməyəndə, bir nəticə verməyəndə, mən sizə görə gedirəm məsələsi nə idi Aksana? Əslində, Murad müəllim, Bu bir zarafat idi, hə? təbii ki, mən bunu deyirdim ki, görüm bunlar mənə nə deyəcək. Çünki mən onlara təklif elədim. Əgər uşaqlar, mən birinci olsam, mən bu maşını 3 yerə bölərdim. Çünki hamımızın haqqı var. Yəni, mən eləsəydim, problem yoxdur. Yəni, Allah qismət eləsin, kimsə istəməsə belə, o öz haqqıdır. Yəni, mən belə eləyərdim. Amma, yəni, onlardan da sözü, siz nə eləyərdiniz, siz nə addımlar eləyərdiniz deyə gördüm ki, bunlar ikisi də daş kimi durublar, biri maşının bu tərəfində, biri də maşının o tərəfində. Dedim ki, yox, əslində yox, bu zarafat təbii ki, mənə biri Elcan söz vermişdi kiməsə və İslamın da ki, gördünüz ki, övladı dünyaya gəlmişdi, haradasa... Biz onu gördük, amma mən bir şey də gördüm, Aksana. İndi zarafat yerində bir məsələ var, diqqət. Dostlar, bir saniyə. Bir vacib məsələ var, dostlar. Necə ola bilər ki, mən belə başa düşürəm Aksana. İndi təbəssümün arxasında, bizim indi dediyi gülməyimizin arxasında bir ciddi məsələ var. Deyək ki, uşaqlar hə desələydilər. Yəni, o anda heç kim yox idi də ətrafınızda, üçünüz idiniz. O anda həqiqətən bir anda üzr istəyirəm o sözə görə bir pay istəyirdiniz onlardan. Mən belə başa düşürəm.
O zarafat idi. Mən hətta belə hamı razılaşsaydı belə, Elcan da razılaşsaydı. Siz deyəcəyiniz yox. Yox, İslam əgər qalib olsaydı mən heç vaxt o payı ondan götürməzdim Murad müəllim. Heç vaxt. Elcandan üçün götürə bilərdim o payı. Amma İslamdan yox. Deyir insan yarım hamilə olmur ha, bilirsiniz də. Olmur, yarımçı hamiləlik olmur. Ya, amma bir məsələ var. Gəlin onu da bilin. Əziz dostlar, burada əyləşən çox sayılı tamaşaçılar. Bizim əziz dostlarımız. Burada Naidə Orucova əyləşib, bizim gözəl aktrisamız. Cəmilə xanım əyləşib, gözəl ifaçımız. Mən üzr istəyirəm, səhətimlə bağlı mən bu dəqiqə yaxınlaşım. Amma sadəcə siz də indi peşəkar insanlarsınız, aktyorlarsınız. Burada əyləşən gözəl aktyorlarınız dedi gələ. Kim inandı bunun zarafat olduğuna? Teşekkür ederim. Ya siz pis aktrisasınız ya da ki pis zarafat edebilirsiniz. Hər halda Aksana amma etiraf edək ki, Aksana sonda həqiqətən də bu mübarizəni başa düşdü ki, mənasızdır davam etdirmək və bir anda dayandırdı. Bəli, Nasam çox ciddi idilər bu iki nəfər, hədsiz ciddi idilər. Yəni o İslamın sözü yox idi. Şoudakı demişdi ki, Aksana görə mən əlimi götürərdim. Yəni o söz təbii ki, burada işləmirdi də. Yəni nə o götürdü əlim mənə görə, nə də ki Elcan götürdü əlim mənə görə. Ona görə mən əlimi götürdüm, onların ikisinə görə. Okey, teşekkürler. Bugün nədənsə Aksana qara paltar giyinib, sanki bir hüzür içindədir. Ola bilsin ki, finalı görmədi, bu maçını görmədi. Aksana, əyləşin. Biz ümid edək ki, biz bir-birimizə başa salaq ki, biz deyək ki, biz bu zarafata inandıq, siz də deyirsiniz ki, bu doğrudan da zarafat idi. Həqiqətən də bəlkə belə idi. Əziz dostlar, vaxtı ki, Maşın Reality Show'sunda bir ifaçı var idi ki, belə deyim də, bura gələndə kifayət qədər bir tanınmış bir insan idi, amma heç kim bu tərəfdən onu tanımırdı. O qədər idarəçi, o qədər, nə bilim, strateg, o qədər taktik istifadə edən bir insan oldu ki, nəticədə adı qaldı, bizim şouda ləqəb qaldı, belə deyim də, yaradıcı bir ləqəb verdilər. Qara Dava. Roza Zərgərli bugün şoumuzda iştirak edir.
Xoş Son günlər ayağımla və bu gəzdiyim sürət əlbəttə yalnız belə ola bilərdi. Roza Zərgəli alqışlarınızla bu qırmızı dama bugün. Bugün qırmızı dama. Roza necə dişlər? Çox şükür yaxşıdır. Salamlayıram tamaşaçılarımızı və ekran başında oturan tamaşaçılarımızı. Həmişə ayaqüstə yaraşırsınız. Yaxşı ki siz bu şouda iştirak etmirdiniz. Bu səfər. Bəli. Niyə? 4 xanım var idi. Onsuz da işləmək çox çətin idi. İndi siz və sizin bugünkü libasınız, paltarınız çox çətin olardı mənim bu arada. Əslində 4 gözəl xanım var idi və Aksana ilk maşın şoudur. Ümumiyyətlə biz baxanda biz də tamaşaçı kimi baxırıq iştirak etməyəndə. Və mənim yadımdadır bizim ilk maşın şoumuzda Nərgiz xanım bir-bir hər kəsi dəvət etdi bura. Aksana bir dənə söz dedi. Rozuçka, qızları yığ başına, mafiya yarat. Amma özlərində elə olmadı. Bu Nərgiz Cəlilova bizim əməkdar artistimiz, gözəl aparıcımız, mənim dünyalar qədər sevdiyim Nərgiz Cəlilova demişdi. Düz deyirdi. Roza, minnətdarım birincisi gəlişinə görə. Təəssüf ki, xanım apara bilmədi. Biz hamımız Aksanaya çox dəstək edik. Hər kim aparıbsa sürətlə, qarşı durmasız irəli getsin və inşallah gələn maşın şovu. İnşallah. Bax bir iştirakçımız da var. Roza Zərgəli alqışlarınızla minnətdarımızı bildirirəm. Çox sağ olun. Roza Zərgərli, təşəkkür edirik gəlişinə görə. Mən ümumiyyətlə istərdim ki, bu gecə ərzində biz iştirakçılarımızla bərabər artıq dediyim kimi bu gözəl bir ayı yaşayırıq və bu gözəl bir hadisələri yaşayırıq. Nədən aramızda bir soyuqluq olsun? Nədən aramızda bir söhbətlər olsun? Mən istərdim ki, bu dəqiqə buraya çox dəyərli bir insan olan bu şouda iştirakçı qismində gördüyümüz və belə deyim də, həqiqətən də onsuz da bu xanım hamı çox sevirdi, çox istəyirdi. Xarici görkəmi, filanı, peşməkanı. Sonra müxtəlif məsələlər yazıldı orada-burada, mətbuatda. Mən həmişə öz müsahibələrimdə deyirdim ki, mən onsuz da bu xanımı həmişə bir tamaşaçı kimi həmişə baxıb valeh idim onun gözəlliyinə və belə deyim, ekranda aktrisa istedadına. İndi burada tanıyandan sonra lap çox istədim. Onun adı Pərvin Abıyeva. Pərvini mən çox istəyirəm və mən çox şadam ki, bugün Pərvin bizimlə bərabərdir. Pərvin, xoş gördünüz. Sizi burada görməyə çox şadam. Mən belə deyim, Pərvin Abıyeva ən çox müzakirə olunan iştirakçılardan idi. Pərvin, mən hesab edirəm ki, və bir şey deyəcəm, onu bəlkə də indi bilənlər bilir ki, ümumiyyətlə insan üçün, səhv eləmirsə ya Monika Bellucci, ya kimsə o məşhurlardan mənim sevdiyim aktrisalardan deyirdi ki, gözəl xanım üçün onun gözəlliyi sanki bir bəladır həyatda. O bəlanı hiss edirsiniz yoxsa yox? Bu gözəlliyin bəla tərəfini. Əvvəla sizi gördüyümə çox sevinirəm və buradakı çalışan bütün heyətimizi gördüyümə çox sevindim. Çox sağ olun yenə dəvəti bizə görə. Gözəllik, mən heç zaman özümü çox gözəl hesab etməmişəm. Kənardan gələn fikirlərə görə, deyilənlərə görə gözələm və bu mənim başıma çox bəla olur. Yəni, mən heç şübhə etmirəm ona görə ki, inanın mənə ki, bu müddət ərzində ən çox, birincisi heç kim bilmirdi ki, Pərvin o qədər emosional bir insandır. O qədər emosional bir insandır ki, Pərvin. Oyun bitib, artıq kənarlaşmışam, kənardan seyr edirəm və hələ də bunun oyun olduğunu və bütün yaşananları qəbul edə bilmirəm. Çox emosionalam. Çox emosionaldır. Hətta Pərvinin bu müddət ərzində, mən hətta hörmətli tamaşaçılar, ilk dəfə bəlkə açıqlayıram bu məsələni. O gün ki biz buradaydıq və belə deyim də, çox emosional bir müzakirə oldu. Hətta sonra bu dublaja, bu gülməli bir dublaja səbəb oldu. Burada səs yığışdırıldı, amma inanın mənə ki, şouda tamaşaçılar vardı, çox sayılı tanınmış simalar vardı. Onlar təsdiqləyə bilər ki, bu müddət ərzində iki xanım arasında olan münaqişədə belə deyək, bir söz davasında mı deyək, heç birinə layiq söyüş və filan olmadı. Yox, açıq etiraf edək, nə qədər olsa da insanlar başa düşür ki, burada hamı var idi, biz buradaydıq. Amma hər ehtimala qarşı səs rejissorları yığışdırdılar əlbəttə. Mən sadəcə istəmirdim ki, ikisi də əllərini götürüb getsin. O dərəcə, o hərarət o dərəcədə idi, gərginlik o dərəcədə idi. Və mən bir məsələni istəyirəm açıqlayayım. Pərvinin həyatında həssas mövzular var. Biz bu barədə danışmışıq. Mən bilmirdim Pərvinin şəxsi həyatı haqqında ki, onun həyatında çox dəyərli bir
doğma bir insan var, onun doğma qardaşı var ki, o mövzu ya toxunanda, hər hansı bir yanından keçəndə, hətta belə deyim də, yüngül bari o mövzuya toxunanda insanlar Pərvin üçün bu çox həssas bir mövzudur və Pərvin, mən başa düşürüm, hər bir insanın həyatında elə bir şeylər var. Və mən çox istərdim ki, bu arada bir reklamlardan sonra bir qonağı da dəvət edim və biz ümumiyyətlə danışaq görək, necədir vəziyyət ümumiyyətlə indi? Havalar necə keçir? Dostlar, reklamlardan dərhal sonra bizimlə bərabər olarsınız. Maşındayıq, xanımlar və cənablar, əziz dostlar, Maşın reality şousunda bugün də çox gözəl bir gecədir. Artıq gördüyünüz kimi maşın ətrafında heç kəs yoxdur. Elan etdiyimiz kimi yeni qoşulanlara məlumat, elan etdiyimiz kimi Aksana Rəsulova final üçlüyünü ilk olaraq tərk etdi. Qaldı iki iştirakçı, biri İslam Mehrəliyev və Elcan Rəsulov. Bax, bu insanların müsahibəsi var, bu insanlar müsahibə edirlər, çox sayılı, nə bilim, saytlar və digərləri, internet, mətbuat orqanları müxtəlif fikirlər, versiyalar yazıblar, sağ olsunlar, maraqlanıblar, amma ən doğrusu bizim informasiya dəstəkçimiz olan APA İnformasiya Agentliyində, APA TV, Vestiyaz saytında, APA-da və APA-nı biz buradan salamlayıq. APA-çıları hamısını bizim dostlarımızdır, biz minnətdarıq dəstəklərinə görə. Ən doğrusu orada çıxacaq, orada görəcəksiniz. Mən bu arada isə Go Sport İdman Malları mağazasının Azərbaycanda böyük idman malları mağazalar şəbəkəsidir və onlara minnətdaram. Bu müddət ərzində Go Sportçular hər çıxan iştirakçıya bax belə bir 200 manatlıq bir kart veriblər. Bu kart vasitəsilə iştirakçılarımız artıq özləri üçün müxtəlif hədiyyələr seçə bilərlər. Amma eyni zamanda da Go Sport'da Port Baku Molda və ya Gənclik Molda və ya ümumiyyətlə yeni Bravo'da açılmış, bu Bravo Əhmədli açılmış Go Sport dükkanında siz istədiyiniz idman mallarını, keyfiyyətli malları çox münasib qiymətlərə tapa bilərsiniz. Dostlar, Go Sport bizim bu müddət ərzində dəstəkçimiz idi, minnətdarımızı bildiririk, sağ olsunlar. Mən reklamdan öncə Pərvin Abıyeva ilə danışırdım. Və istərdim ki, bu gecə vaxtı anında qarşı tərəf olan insanı dəvət edin bura. Səidə Sultan gəlsin, alqışlarınızla. Səidə Sultan Maşın reality şousunun bugünkü gecəsində xoş gəlib. Səidə, bəli, gəlin bura. Səidə sanki bir davadan gəlir Səidə. Üstü başı hamısı bütün parçalanmış şəkildə. Səidə, maşın qutardı, sən kimlə dava edirdin? Yəni, mən başa çıxmıyorum. Maşın bitdi artıq. Yəni, nə baş verdi bundan sonra? Hansı səbəbdən? Nə olub sədə belə? Müharibədən gəlirəm, amma qalibəm. Hər şey yaxşıdır, Murad mənim. Əvvəla mən bir şey, axşamınız xeyir olsun. Hər kəs xoş gəlib. Murad mən bugün gözəl hədiyyə olunub. Greenwich'dən. Bəli. Sağ olsunlar. Doğrudan sağ da olsunlar. Bugün çox sağ ol. Fikrət müəllim, çox sağ olun. Greenwich dükkanlar şəbəkəsi bu hamı bilir, hamı tanıyır. Çox gözəl. Və Emporio Armani, Michael Kors, Fossil, Diesel, Skagen, Tommy Hilfiger, Lacoste, bütün bunların dünyaca tanınmış brendlərin rəsmi distribütoru elə Greenwich saatlarıdır Bakıda və Park Bulvarı 28 Mol Nizami küçəsi 77 və ya Port Baku'da Greenwich var və şounun finalına qədər, yəni sabaha qədər artıq sabada daxil olmaq 30%-ə qədər indirimlər var Greenwich dükkanlarında. Bu hədiyyələrdən hamıya qismət oldu, bir dənə deyəsən Nadir Qafarzadədən başqa, hə? Ona da qismət oldu. Mənə dedilər ki, Nadir Qafarzadə nəsə... Nəsə mən də eşitdim ki, Nadir hissələnib nəsə. Xoşuna gəlmədi ya, hədiyyə, ümumiyyətlə hədiyyə verilmədi deyə xoşuna gəlmədi. Bəlkə hədiyyə verilməyib, ona görə yəqin. Mən əminəm ki, Greenwich bu səhvdirsə, bu səhvi düzəldər, amma eyni zamanda mən düşünürəm ki, final gecəsində bütün hədiyyələr veriləcək, Səidə Sultanın artıq hədiyyəsi verildi. Mən bir şey deyərdim ki, Murad müəllim, üzr istəyirəm, xanımlar, çox gözəl doğrudan, yəni, çox gözəl seçimlər var. Gedib baxmağa dəyər, almağa dəyər. Yaxşı, bu mövzudan mövzuya qatmayın. Valla doğrudan deyirəm. Məndən olsa onun birdən götürərdim, amma ayıb olardı. Təşəkkür edirəm, əzim. Siz sağ olasınız, var olasınız. Səidə,
birincisi minnətdaram ki, mən olmayan gündə gəldin, dəstək oldun Nəzim. O Çox sağ mənim ol. üçün ən gözəl gündür o. Bəli, bəli. Xoşdur. Uşaqlar da dedilər ki, bundan sonra Səidə Sultan Maşın şounu aparmasın. Ay Əksinə canım, əksinə. Allah razı Çox olsun. enerjili, çox gözəl, Maşallah. çox mülayim bir insansın. Necə ola bilər? Bax, ayrı-ayrılıqda Pərvin Abıyeva ilə danışanda həzz alıram. Səninlə danışanda həzz alıram. Necə olur ki, iki xanım bir araya gələndə nəsə... Amma mənim yadımdandır ki, sən o gələn gün dedin ki, mənim heç bir ürəyimdə heç bir şey... Heç vaxt. Yəni, bax, Pərvin xanım burada. Necəsən Pərvin? Yaxşı ol həmişə əzizim. Yəni, bizi bax, özü də çox gözəl bilir ki, bizi heç kəs tanış eləməyib. Biz bir-birimizlə özümüz anı Sərxan olaraq mənim, xahiş edirəm, burada olmuşuq. əyləşin də, zəhmət olmasa. Keçin, Hə? əyləşin burada. Mən sizin bu mehriban söhbətinizi, Və, valla, mən hər şey gördüm, bir mehriban söhbətinizi görmədim. Hörmətli dostlar, alqışlayaq gəlin. Pərvin Abıyeva, Səidə Sultan, bəli, əlbəttə. Murad müəllim, əslində biz Səidə xanımla o dava anına qədər, yəni çox mehriban idik. Hətta burada mənə bunu bir neçə dəfə canlı yayımlarımda da demişəm, müsahibələrimdə də demişəm. Mən həmişə deyirdim ki, burada bəzi iştirakçılar vardı. Mənə dedilər ki, bəs Pərvin, ehtiyatlı ol, Səidə səni özündən çıxardacaq, hirslənəcəksən. Dedim, yox, siz nə danışırsınız? Biz çox yaxşıyıq, çox mehribanıq, biz bayırda dostluq eləyəcəyik. Yəni o dərəcədə, yəni mən Səidənin xətrini çox istəyirdim ki, indi də kinim yoxdur. Ta ki o ana qədər istənilməyən bir məqam idi. İstənilməyən bir məqam idi. Doğrudan da Ora istənilməyən bir məqam gəlməyib. idi. Amma mən indi Heyif sizin ki, münasibətlərinizi yaşandı. görürəm və mən buna çox sevinirəm. Bax, necə Pərvin deyirsən, mən də istəmərəm bir xanıma nəsə pislik eləyim, nəsə pis aramızda. Sadəcə olaraq bizim anlaşılmamazlıq oldu. Pərvin məni düz başa düşmədi. Və Pərvin də o an, bilirəm, bu maşın şouda bir nəfər var idi. O qədər ara qarışdırırdı ki, və bunları da araya girirdi, bunları da yəni beynini doldururdu. Yəni biz uşaq deyilik. Ona görə də Pərvinlə belə bir münaqişə yaşandı. Amma mən heç bir... Kənan Mahmudov, Kənan mənim dediyi kimi qucaqlaşın geçsini. Pərvin Abıyeva, Səidə Sultan, mən çox sevinirəm ki, bu iki insan yenə də bu şouda necə bir müəyyən bir soyuqluq və ya əksinə bir mənfi yaşadılarsa, bu dəqiqədə bir-birinə ürək sözdən deyib, mən çox sevinirəm ki, bərabərdirlər. Alqışlar bu gözəl hər ikisi üçün. Hər ikisi gözəl bir xanımdır. Mən sizə xatırladım ki, həqiqətən Greenwich saatları bu günlərdə bütün iştirakçılarımıza hədiyyə olunacaq. Heç kimin ürəyində qalmasın hal və Greenwich doğrudan da bütün hər birinizə elə bir saat hədiyyə edir ki, bu saatlar 2 il ərzində hələ dünya qarantiyası ilə hər yerdə keçərlidir. Minnətdarıq, çox sağ olsunlar. Greenwich'e təşəkkür edirik. Dostlar, ben müsahibə hakkında demiştim. Müsahibələr verdi bizim iştirakçılar. İki şəxs, həm Elcan, həm İslam, həm Elcan, hər ikisi maşından əllərini çəkəndən sonra müsahibələr verdilər. İndi gəlin, baxın, görün, bu müsahibədən siz başa düşəcəksiniz kim qalib oldu, kim yox, amma diqqət ekranlara. Bu günlər ərzində burada dayanmağımın bir tək səbəbi o idi ki, o deyirdilər artıq çəki məsələsi, zəif rəqib məsələsi. Onu sübut eləmək istəyirdim və dayandım da. Məndən çəkidə yüngül olan adam məndən tez onu tərk edir. Bu birisi nə deməkdir? Mən ən sona qədər dözə bilən adamam. Mən sizə hamıya da söz vermişdim ki, ən sona qədər dayanacağam. Ən sona qədər də dayandım. Aksana xanım çox güclü rəqib idi. Aksana tamaşaçılar da deyirdi ki, rəqqasədir, daima hərəkətdə olan biridir. Yəni dözəcək, çox dayanacaq, ayaq üstə, yuxusuz qalacaq. Amma sizi inandırım ki, ən güclü rəqib Elcandır. Yəni Elcana baxarlar ki, kökdür, nə bilim, onun bədənin, ayaqlarını dözməyəcək, onun bədənini saxlamaq, amma əsla, qətiyyən elə deyil. Doğrudan da Aksanada bir sözü nə var idi? Tempdən tam düşən anda yenidən özünə və heyətə ruh verib ayağa qalxmaq və bir neçə saat da davam eləmək var idi. İslam isə elə oyunda necə oynayırdısa finalda deyil oynadı. Yəni, necə görmüşdünüz orada, finalda da eyni məsələdir, yəni heç dəyişmədi İslam. Mən bu qədər yuxusuz gecə keçirmişəm, qalmışam, həyatımda olub, amma bu gecə kimi gecə mənim başıma gəlməmişdi. Heç kimə də arzu eləmirəm. Çox çətin bir şeydir. Kimə desən ki, gəl burada 10 saat ayaq üstə dayanmaz, biz artıq 40 saatdan çox dayanmışdıq. Adam hər an fikirləşir ki, bu dəqiqə gedə bilərəm,
bir dəqiqə sonra fikirləşir ki, yox, mübarizə hələ indi başlayır. Rəqib bəlkə o hazırlaşır indi getməyə. Suyu az-az içirdim çünki həm yuxu bir yandan, həm də insanın öz ehtiyacları var. Onun qarşısını almaq lazımdır. Çünki maşının yanında sən əlini çəkib gedə bilməzsən harasa. Ona görə həm bədən zəifləyir, yeməyivə diqqət eləməlisən, həm yuxu bir tərəfdən. Ona görə çox çətindir, çox. Hamı fikirləşirdi ki, ayaqlarımda çətinlik olar. Təsəvvür edin, mənim heç ayaqlarım şişmədi. Mən heç yorğunluq da hiss eləmədim 1 qram. Hətta yuxuya da qalib gəldim. Nə qədər müddət. Mən bura gələndə 80 kilo idim, 75 kilo olmuşam. Orqanizmim tamam özünü itirdi. İndi ancaq gedib yatmaq. Belə döşəyi qucaqlayım, yatım. Çox yorğunam, yuxum gəlir. Vallahi billahi dostlar, ben bu arada en büyük teşekkürümü Pullman, Baku, City Resort Oteli'ne bildiririm. Her çıkan iştirakçı mütləq şəkildə məhz Pullman'ı xatırladır. Ona görə ki, doğrudan nə bileyim bu möcüzədir mi, nədir? Oranın yatakları unikal yataklardı. Vallahi billahi kim gəlib uzanırsa hemen dəqiqə yuxu basır insanı. Mən Pullman Baku City Resort Otelinə öz dərin təşəkkürümü hətta ona görə bildirirəm ki, bütün bu müddət ərzində bu şəhərin mərkəzində yerləşən böyük bir otel, Badamdar qəsəbəsində yerləşir, onu bilirsiniz. En böyük spası var ərazidə, yəni şəhərdə en böyük spası otellər sırasında məhz Pullman Baku City Resort Otelində var. Pullman spa qonaqlarında 2 hovuz, saunalar, Türk hamamı, lüks prosedur otaqları, fitness studiyası, relaksasiya zonası və bütün dünyada tanınan Pullman Fit and Spa xüsusi prosedurlar menüsü təklif edir və maşın şounun bütün iştirakçıları və tamaşaçıların xüsusi nəzərinə. Pullman Baku şounun sonuna dək, yəni sabahda daxildir bu kampanya, Pullman Spa'ya illik abunə yazılan hər kəsə 20% indirim təklif edir. 012 538 012 538 90 90 Pullman Baku. Yazın internetdə biləcək sardadır. Dostlar, mən buraya bir ifaçı dəvət etmək istəyirəm ki, o ifaçının vaxtı ikən mahnısı çox sevildi hamı tərəfdən, mənim də xüsusi. Ona çox azarkeşlik edirəm və onu çox istəyirəm. Çox istedadlı bir qızdır, bizim çox əzizimizdir. Onun adı Səmradır. Səmra, maşın reality şousunda bu gecə şəxsən.
Səmra, təşəkkürlər əzizim. Mən Çox təşəkkür sağ ol, edirəm, minnətdaram. çox sağ ol. Mən bir sual verəcəm. Hamını maraqlandırır. Sənin indiki fəaliyyətin necədir? Nə ilə məşğulsan, nə edirsən? Valla istəyirdim ki, sizin yadınızdadır İslam oyunlarında. Əlbəttə, İslam oyunlarında biz bərabər, bağlanış mərasimində bərabər idik. Dedim ki, sizə inşallah yeni mahnı ilə gəlim, amma ki, biraz geciksəydi, biraz da yuxusuz qala bilsəydilər. O zaman gəlin alqışlayaq və səbirsizliklə gözləyək. Səmranın yeni mahnılarını gözləyək. Çox gözəl bir qızdır və biz səni çox istəyirik. Mən də Səmra, sizi minnətdarım çox canım, istəyirəm. çox sağ ol. Xoş gəlmişdin və bir alqışlarla Səmranı vidalaşaq, sağollaşaq Səmra ilə. Əziz dostlar, bu günlərdə gözəl xanımlar və gözəl insanlar gəldikcə istilik burada artır və bu arada yalnız Kontakt Home mağazalarının Hoffman kondisionerləri bizə köməkdir. Çox qeyri-adi bir kampaniya keçirir Hoffman kondisioneri ilə bağlı bu Kontakt Home dükkanlar şəbəkəsi. Düşünün, fikirləşin və eşidin. Bayırda, çöldə nə qədər dərəcə varsa, bir o qədər də indirim var. Yəni 30 dərəcə varsa istilik çöldə, o deməkdir ki 30% indirimdir. 35 dərəcə olsa 35% indirimdir. Hətta 40-45 dərəcə olsa belə 40-45 dərəcə indirim əldə edəcəksiniz. Hoffman kondisionerlərini alışda ilki ödənişsiz, arayışsız və 18 ayadək faizsiz şərtlərlə Kontakt Home mağazalarında təqdim olunur. Öz evinizdə rahat mebeldə oturub bu kondisionerlərdən ləzzət alacağınızı bilin ki, əminliklə həyata keçirə bilərsiniz. Yeri gəlmişkən Kontakt Home'da hətta mebel dəstləri də sərfəli şərtlərlə əldə olunur. Ulduz 60-60 Kontakt Home Hoffman. Mən Hoffman haqqında deyirdim də və bu Wi-Fi ilə idarə olunur. Yəni insan gəlir, işdə oturur və deyir ki, evə gələndə məsəl üçün 23 dərəcə olsun, 23-22 dərəcə olsun kondisioner. İşdə olarkən telefonla idarə edir, evə nizamlayır artıq telefonun ekranında və evə gələndə kondisioner artıq o dərəcə ilə onu qarşılayır. Kondisioner ağıllı bir kondisionerdir. Hoffman'dır, Kontakt Home'dandır. Mən maşının bu sürətində bir qonağımızı gördüm. Heç onu qeyd etməyə bilmərəm. Ona görə ki, bu çox əziz dostumuz, həmkarımız, istedadlı, həm aktyor, həm aparıcı. Ümumiyyətlə, çox istedadlı bir insan və çox əziz bir insandır. Azər Axşam bugün maşın reality şousunda qonaq qismində Azər, 2 kəlmə mən istərdim. Buyur, xahiş edirəm. Çox sağ ol. Xoş gördünüz. Necəsiz? Çox sağ ol. Allah razı olsun, minnətdaram. Bayaqdan Aksanaya təsəlli verirəm ki, 2 dənə Rəsulov var idi, bir dənə Mehrəliyev. Rəsulovlardan biri qalıb, narahat olma, onu demək istəyirdim ki, yəni birini qoyub getmirsən. Çox çətindir, həqiqətən də çox çətindir. Azərin öz yadındadır da bu maşın reality şousu. Yadım. Etmə bunu. Allah Fatimədən razı olsun. Bəli. Və Fatimə necə əli qalxa bilərdi bax bu insana? Bəli. Ən mülayim, ən sülfə, ən insan. Azər yadımdadır ki, Azər çox peşman olmuşdu. Çox. Sonradan çox peşman olmuşdu. Bəli, atalar yaxşı deyib, sonraki peşmançılıq fayda verməz. Doğrudan çox maraqlı şoudur və məni maraqlandıran bir məqam oldu ki, son vaxtlar insanlar bir-birinə vaxtı maşın şou ilə deyirdilər. Nə vaxt sizə gələcəyik deyir ki, maşın şoudan sonra gələrsiz evdə olacaq. Rahat bax. Maşın şoudan sonra getdim. Maşın şou oldu vaxt ölçüsü. Çox dəyərli şoudur, maraqlı şoudur Murad, həqiqətən də və inşallah qismət olsa növbəti maşın şouda iştirak edərik. Bəs bunu mən gözləyirəm axı. Yes! Oradan o kinoda filmimizdə deyir, oğlu Məhməd axtardım, dostu Məhməd tapdım. Həqiqətən də mən biz Azəri bu şouda bugün tamaşaçı qismini gördüm. Mən çox Azəri mən çox istəyirəm. Həqiqətən çox sevdiyim, çox hörmət bəslədiyim bir insandır və eyni zamanda şouda iştirakçı qismini də görsəm lap sevinərəm. Əgər Azər, Fatimə gəlməsə gələcəm. Mən gələndə Fatiməni çağırmasaz gələcəm. Ümumiyyətlə mən çalışacağım həmən dəqiqə rəqqasələr çağırıb. Ümumiyyətlə o rəqqasələr nə alın bura? Tərzi göstərən olmasın. Yox, əstəğfurullah. Bu bir yarışmadır və mən çox sevindim həqiqətən də. Yəni bu iki xanımın bugün mehriban olmağı bu bir daha göstərir ki, onlar oyunu həyata qatmırlar. Ən vacib olan budur. Adicə evdə qardaş-qardaşla şahmat oynayır, görürsən ki, mübahisə əmələ gəlir. Amma onların qardaşlığı etmir ki. Mənim ən böyük arzum budur ki, yarışmada olanlar elə burada da qalsın. Tək olsun. Çöldə yenə də bir-birinə mehriban,
həmkar olaraq çalışmaq Bəli. lazımdır. Çox sağ olun. Çox gözəl birlikdir. Əla bir, o deyirlər, Vegas'ta baş verənlər elə Vegas'ta qalır. Bəli, Adətən bəli. belə bir deyim var. Bəli. Azər Axşam, dərin Təşəkkürlər, təşəkkürlər sağ ol, gəlişinə sağ ol, görə sağ ol əzizim. qardaşım. Çox sağ ol. Sağ Və ol. mən artıq sizə maşının 15-ci yubiley sürətinin daha bir iştirakçısını Bəli. təqdim edirəm. Azər Axşam alqışlarla. Çox sağ Təşəkkürlər. olun. Minnətdaram. 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 Və biz xatırladaq ki, Azər Axşamla bərabər və digər iştirakçılarla bərabər biz əlbəttə var ki, yeni bir maşın reality şousunda həmişəki kimi bizim dostlarımız Paktad restoranından birlikdə çalışacağıq. Paktad uzun illər ərzində maşın reality şousunun qida təminatçısıdır, eyni zamanda əhval-ruhiyyə təminatçısıdır, eyni zamanda mənəvi bizə çox dəstək edilər, çox əziz dostlarımız. Paktad restoranında business lunch, yəni business lunch iş yeməyi deməkdir. İstədiyiniz iş uğurla nəticələndirmeyi istəyirsinizsə, o zaman iş yeməyinizi dadlı olması vacibdir. Paktad sizə bu işdə köməklik edəcək. Öncədən rezervasiya edin, 050-250-63-63 nömrəsində zəng edə bilərsiniz və Paktad'a gəldikdə, yəni Paktadçılar, yəni Paktad'a gələnlər bilirlər ki, Paktad'ın bütün yeməkləri gözəldir. Amma bir özəl yeməyi var ki, gözəl bir nimət var ki, İskəndər dönər deyirlər də. Yəni Türk mətbəxinin tac əsərlərindən biri İskəndər dönər. Sadəcə qarın doymur, sadəcə dadı damaqdan getmir və yaydığı gözəl bir ətir hələ baş döndürür və uzun müddət hələ yaddan çıxmır. Əziz dostlar, Paktad İskəndər dönəri Bursadan gələn peşəkar aşpaz və xüsusi ədva, eləcə də ərzaqlara görə bütün digər İskəndər dönərlərdən fərqlənir. Paktad restoranı 050-250-63-63. Dostlar, bugün bizim musiqili qonaqlarımız da var, çox dəyərli dostlar da var, gəliblər dəstək olmağı bizə və iki finalçıdan hansı qalib olduğunu biz çalışacağıq sizi bugün şounun axırına kimi açıqlayaq. Reklamlar ATV telekanalında. Baxaq. Maşındayıq dostlar. Xatırladıram ki, hər çıxan iştirakçılar bizim şoumuzun sponsorlarından hədiyyələr alır. Baxmayaraq ki, havalar istidir. Bütün bunlara baxmayaraq ki, Nikos Cosmetics'dən bir məhsul daha sizi sevindirər. Nikos şampunları var ki, aloe vera, çoban yastığı və xına ekstraktı ilə saçlarınızı qidalandırır. Dostlar, mən bunu Nikos brendi adından sizə təqdim edirəm. Nikos brendi 2012-ci ildə Türkiyədə təsis olunub və gördüyünüz kimi maşın üzərində də bax bizim bu şampunlar var. Nikos şampunları antioksidan formuyla saçlarınızı ilk yuyulmadan etibarən parlaq, həcmli və canlı edir. Nikos dərinizə dəyər verin. Bu çətin mübarizə dövründə Nikos brendi finalçılarımızı dəstəkləyir və hər bir finalçıya səbir, dözümlü və möhkəm iradə arzuluyurdu. Minnətdarıq Nikos'a buna görə və xatırladıram ki, Nikos burada çox gözəl məhsullarını təqdim edir. Baxın və faydalanın. Bilmirəm, indi Beautech-də istifadə edirlər Nikos'dan yoxsa yox, amma hər halda Beautech-də çox keyfiyyətli məhsullardan istifadə edirlər və bu arada Beautech-ə də dərin təşəkkürlər. Bütün müddət ərzində Beautech-in bir otağı var idi burada. Hazırladılar və ekranda gördüyünüz bu gözəl xanımlar gəlinlərdir. Gəlinlərdir. Bu gözəl gəlinlərdir və bu gəlinlər üçün xüsusi gəlin paketi cəmi 250 manata. Düşünün ki, İnsanlar artıq 9 ildir fəaliyyət göstərir, 6 böyük salonu var, 150-dən çox peşəkarlar Elnara Naxmetova şəxsən yetişdirib, müxtəlif kurslara, müxtəlif treninqlara göndərib. Bugün bu peşəkarlar çox gözəldirlər və həqiqətən də bu gəlinlik paketi var, paketə gözəlliyinizə gözəllik qatacaq müxtəlif xidmətlər var və bütün bu təcrübəsini yalnız 250 manata təqdim edirlər, yəni təqdim etməyə hazırdılar. 050-855-0605 Beautech.az və sizin gözəlliyinizi bizim uğurumuzdur, gözəlliyiniz uğurumuzdur deyir Beautech. Çox sağ olsunlar. Və bizi gözləyən bir ifaçı var arxada, mən bizim səhnə arxasında bir ifaçı var ki, onu mən şəxsən çox böyük pərəstişkarıyım, qrupunun heyranıyam, mahnıları xoşuma gəlir. Ümumiyyətlə bu musiqi mənim ruhuma çox oxşuyur və çox sevirəm bu musiqini.
söhbət Çingiz Mustafayev Palmas qrupundan gelir. Xoş gəliblər Maşın reality şousuna. Gümüştelli Xəzər hüsnünü bəzər Minarələrincə naxışa bənzər Qədim abidələr məskəni Bakı Dünyanın ən gözəl məkanı Bakı Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə sevməyim Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə sevməyim Ürəklər şəhəri odlar yurdusan Azəri elimin yuralovsan Qədim şəhərlərin gözüsən Bakı Gözəllik rəmzinin özüsən Bakı Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə sevməyim Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə sevməyim Göz açmışam mən bu şəhərdə Boyatmışam mən bu şəhərdə Canım qanımdır o mənim Bakımı necə sevməyim Bakımı necə sevməyim Bakımı necə Çingiz Mustafayev Palmas grubu. Mənim çox sevdiyim insanlar, çox sevdiyim grup. Dostlar, xoş gördük sizi. Necəsiniz, nə var, nə yox? Əllərinizi qoyun maşını görüm, necə görsənirsiniz? Sizcə Çingiz uşaqlardan ən dözümlü hansıdır? Məsud. Məsud, niyə? Məsud çünki günə 2 qram yemək yeyib doya bilər və yaşaya bilər. Lap mən kimi yaşayır ki o? Uğurlar olsun dostlar. Çox sağ olun ki gəldiniz. Çox sağ olun ki dəyərli vaxtınızdan ayırdınız, bizimlə bərabər keçirdiniz. Bu Çingizi və bu gözəl qrupu mən çox sevirəm. Bunu hamı bilir. Və ona görə də hansı layihələrdə oluram, mən çox istərdim ki sizi görüm. Mütləq vurğulayardınız ki, Maşın Şounun ən yadda qalan iştirakçısı Çingiz deyərdiniz yerə. Çünki yəni ki, yeganə iştirakçıyam ki, 3 dəqiqə 40 saniyə cəmi əlim maşında qaldı. Əlimi qoyundan götürməyən biri oldu. Bəli, mən pis şeyləri yada salmıram adətən. Çingiz Mustafayev, Palmas grubu. Təşəkkürlər dostlar. Çox sağ olun. Canlı yayımda bizimlə bərabər bu gözəl insanlar vardı. Mən xatırladıram ki, bu müddət ərzində görüşdüyümüz, Çingizlə də görüşdüyümüz son bu yaxınlarda bitmiş
İslam oyunları, İslam həmrəli oyunları da var idi. Və mən çox şadam ki, bizimlə birlikdə bu studiyada çox dəyərli bir qonağımız var. Gimnastika Federasiyası mətbuat katibi xanım Bikə Abdullayeva bizimlə bərabərdir. Bikə xanım, mən hər zaman bizim idmançıların uğurları haqqında danışıram. Ona görə ki, düzdür, xarici görkəmdən idmançı olmasam da, amma idmançı dostlarım var mənim. Və ümumiyyətlə bizim Gimnastika Federasiyasının fəallarının uğurları hamımızı sevindirdi. Çempionlar oldu, hə? Böyük medallar qazandılar, hə qızlar? İlk öncə dəvətinizə görə mən təşəkkür edirəm. İnanıram ki, bu yarışda olduğu kimi, idmanda da olduğu kimi güclü, əzimli və səbirli olan iştirakçı qalib gəlib. Sizin də vurğuladığınız kimi, bəli, sonuncu ölkəmiz üçün əhəmiyyətli bir tədbirə ev sahibliyi etdi. 4-cü İslam həmrəyliyi oyunlarına. Əlbəttə ki, gimnastika ilk dəfə idi bu oyunların proqramına daxil edilmişdi və gimnastikanın 3 növ üzrə təmsil olunurdu. Və müxtəlif əyarlı medallar qazandıq, qızıllar, gümüşlər, bürünclər və idmançılarımız da əlbəttə ki, biz də federasiya olaraq çox sevindik idmançılarımızın uğurlarına və davamlı olsun inşallah. Qızların hər birinə xüsusi idmançı oğlanlarımız da var, gimnastlar var. Hər birinə uğurlar. Mən ümumiyyətlə nəyə görə Gimnastika Federasiyasının xüsusi təşəkkürümü bilirəm. Ona görə ki, hər bir layihəmiz olanda açılış, bağlanış mərasimində biz həmişə müraciət edirdi və gimnastlar bax bu gözəl səhnələri, studiyaları bəzəyirdi öz iştirakı ilə. Minnətdaram, uğurlar olsun. İdman uğurları davam etsin Azərbaycanın. Xatırladıram ki, Bikə xanım Abdullayeva idi, Gimnastika Federasiyasının mətbuat katibi bizdə və biz ümumiyyətlə həmkarlarımız, jurnalistlərimiz haqqında danışanda mənim çox sevdiyim insanlar haqqında danışırıq. Mənim həqiqətən bütün bu illər ərzində nə qədər müxtəlif verilişlər olub, nə qədər müxtəlif müsahibələr olub. Mən bu xanımları görəndə, bu xanımı görəndə hamı bilir ki, onu çox istəyirəm və heç də şübhəsiz ki, bugün bizim şoumuzun qonağıdır. Qonaq qismində gəlib, hətta rəfiqəsi ilə bərabər, hətta bizim digər həmkarımız və sevdiyimiz xanımla bərabər gəlib. Söhbət həm Afaqdan, həm Nərgiz xanımdan gedir. Hər ikisi bugün bizim şoumuzun qonaqlarıdır. Xoş gəliblər öz gözəlliyi ilə. Gəlin bura qızlar, gəlin ki, bir alqışlar. Afaq, Nərgiz, xoş gördük sizlərdən. Necəsiniz, nə var, nə yox? Bəli. Təşəkkür edirik, çox sağ olun. Əslində biz maşın şoya o qədər alıda olmuşduq ki, hətta hara gedirdik, telefonumuza ATV-nin application var. Baxırıq, deməli, Tolikin ad günü getmişik, cəmaat oynayır, oxuyur, bizi baxır, bir dəqiqə dayanım, biz görüyor da nə baş verir. Doğrudan belə bir maraq var, hə? Axşamınız xeyir olsun. Sözün əsl mənasında bu dəfəki maşın şou bizim üçün bilmirəm. Niyə belə maraqlı oldu, mən özüm də bilmirəm, amma onu deyim ki, getdiyimiz məkanlarda televizor yox idisə biz məkanımızı belə dəyişirdik. Yəni mütləq orada televizor olmalıdır ki, biz orada baxaq. Nə baş verir, kimin üçüzü açılıb. Amma eyni zamanda onu da deyirdik ki, məsəl üçün, belə dayansaydım. Deyirdim, bu anda Nərgiz, mən əlimi götürərdim. Biz bəli onu müqayisə elirdik. Deyirəm, mən orada özməzdim, dözə bilməzdim orada baş verənlərə. Və yaxud da mən əlimi götürüb gedib onun cavabını verib, onu da özümlə apardığım adamda. O dərəcədə Onda yazıb, Pərvinlə Səydənin üstünə düşüblər, siz nə dərsiniz? Maşallah, onların da orada dözümü var. Allah bizi qoruyub, saxlayıb. Siz düşünün, nələr baş verə bilərdi burada? Amma Murad bəy, mən sizə bir dənə söz deyim ki, biz deməli, İslamda mən burada doğrudan da hövsələ gördüm. Sizə afərin. Biz buradan Fort Bayarda gedəndə, deməli, buradan transferlə getdik Türkiyə, Türkiyədən Fransaya, Fransadan La Rochelə, orada oyunu keçirdik və həmən qayda ilə qayıtdıq, o qədər məsafəni qət elədik. Bu insanın ağzı dayanmadı, danışdı, bura gələnə qədər tükənmədi. Sizə afərin ki, siz onu tükəndirdiniz. Sizə afərin. Mən onu tükəndirmədim. İslamı biz belə yorğun görməmişdik. Siz Elcanı aparaydınız gələk özünüzün oraya. Fort Bayar layihəsi ATV-də yayınlanırdı, yadınızdadırsa dostlar. Mən bir daha təşəkkürümü bildirəm. Birincisi, ona görə ki, Afaqla Nərgizlə biz əlbəttə dostduq və Afaq hətta 2 sürət bundan öncə ekspert qismində çıxış edirdi. Hər kəs məndən zəhləsi gedirdi. Əbədik ekspert adı qazanıb. Minnətdarım qızlar, çox sağ olun. Xoş gəlmişsiniz və sizi görməyə olduqca şadım. Çox sağ olun. Dostlar, 20 yaş çoxdur, azdır mı bilmirəm. İnsan üçün bəlkə də çoxdur. Yəni, övladlarımıza götürsə 20 yaşında mən dostlarım sırasında 20 yaşında övladı olan insanı görəndə mən deyirəm ki, valla valideynlərin artıq yaşlıdır. Amma 20 yaş bir şirkət üçün
bir etibarlıq, təcrübə bir yaşıdır, onun bir hesabatıdır. World Telecom'dan söhbət gedir. Artıq 20 ildir ki, mobil telefonlar bazarında uğurlu fəaliyyət göstərən, hər zaman zəmanətli və yalnız orijinal məhsul təklif edən World Telecom'dan Nisya Dəftəri kampaniyası davam edir. Bax, bu düşünün, yaxınlarda bayramlar gəldi, bu Ramazan bayramı gəlir. Siz bəlkə dostlarınıza hədiyyə etmək istəyirsiniz, bəlkə nəsə etmək istəyirsiniz və bəlkə hansısa bir xəbər var, yaxşı bir, nə bilim, iş görmək istəyirsiniz. Telefondur da, mobil telefon hamıya lazımdır. Bax, bu World Telecom'da siz mobil telefonu, aksesuarı, məişət texnikası, mobil nömrə və bir neçə əşyanı bir tək şəxsiyyət vəsiqəsi ilə və başqa heç bir sənəd təqdim etmədən ilkin ödənişsiz, faizsiz nisyə əldə edə bilərsiniz. Hətta Philips telefonları 170 günə qədər enerji saxlayan o Philips telefonları var. E103 modeli, E103 modeli var ki, ayda cəmi 5 manat ödəməklə sizin olur. Əziz dostlar, artıq World Telecom'da nisyə mallar verilir. Ulduz 2555 Heydər Əliyev Sarayın kassalarının yanındadır. Bülbül prospekti 40 ünvanında. Və bizim iştirakçılar hamımız bu mübarizəni... Əlbəttə, Elcan gördüyünüzdə müsahibəsində dedi ki, kök insanlar belə. Bax, belə kök insanlar belə olur. Mübariz olur, hətta çox iradəli olur, dözümlü olur. Digərlərinə fərqli olaraq daha çox sübut eləmək istəyir bəlkə həyatda. Ona görə də sonunda qalib gəlirlər. Və bu qalib üçün hazırladığımız bu hədiyyə də unikal bir hədiyyədir. Bu Nurgül Motors'un bizə təqdim etdiyi Nissan Kicks avtomobilidir. Nissan Kicks avtomobili artıq bu günlər ərzində çox ətraflı məlumat aldınız bu avtomobil haqqında. Gözəl avtomobildir. Sabah bir nəfər adam bu avtomobili bu studiyadan sürüb aparacaq. Təşəkkür edirik onlara və bütün bu müddət ərzində bizim dostlar yayımımız həyata keçdi. Xatırladıram ki, Azərbaycan rəqəmsal yayımla, Azərbaycan telekanalları rəqəmsal yayımla yayımlanır, hər yerə çatır və biz bu arada Delta Telekom şirkətinə minnətdarımızı bildiririk. Dostlar, 2000-ci ildən fəaliyyət göstərir. 17 ildir Azərbaycan bazarındadır və Delta Telekom böyük bir qurumdur, böyük bir möhtəşəm bir qurumdur və interneti anında, sürətli, keyfiyyətli internet almaq istəyirsəsə o zaman Delta Telekom'a müraciət edin. 012 404 12 12 Delta Telekom, yüksək keyfiyyət və müştəri məmnunluğu. Şovumuzda bir ifaçı var, açılış mərasimində bizimlə bərabər idi. Mən bu insanın sənət yolunun özün canlı şahidiyəm və bugün bu istedadlı, çox sevilən və çox, belə deyim də, nə bilim, ən çox istənilən ifaçılardan biridir. Qızların sevimlisi Azad Şabanov. Годы не стирают память, чтобы будущего ждать. Слезы не затушат пламя. Буду молчать. Верю, я тебе как прежде. Верю карим глазам. Ты люби меня даже когда я не прав. Ты люби мой закат и бессонную ночь. Ты люби мою боль и обиды слова, что страдания оставят и прочь. Я могу подарить тебе песню и слов. Я могу подарить тебе море мечты. Я могу подарить тебе сказку и снов. Или жизнь подарить, где есть ты. Снова не найду я слова. Снова буду я молчать. Будет не для встречи повод. Стану мечтать. Верю, я тебе как прежде. Верю карим глазам. Ты люби меня даже когда я не прав. Ты люби
triste, верю карим глазам. Ты люби меня даже когда я не прав. Ты люби мой закат, ты бессонную ночь. Ты люби мою боль и обиды, слова, что страдания оставят и прочь. Я могу подарить тебе песню и слов. Я могу подарить тебе море мечты. Я могу подарить тебе сказку и снов. Или жизнь подарить, где есть ты. Свою жизнь подарить, где есть ты. Свою жизнь pодарить, где есть ты. Azad Şabanov, benim aziz Teşekkürler. dostum, Akşamınız çok hayırlı hürmet olsun. beslediğim bir insan ve çok istedadlı bir cavan olan Azad Şabanov'un senet yolu gözümün karşısında geçip ve ben çok seviniyorum ki bugün Azad böyle bir güzel ifade. Teşekkürler, çok Azad, sağ olun. maşında olsaydın bacarardın yoksa yok, kısa. Əslində yox, bacarmazdım. Niye? Əslində həm təhsildir, həm biraz vaxt azdır, həm də ki biraz belə mən ümumiyyətlə qaçan insanam. Söhbətdən filan düşməkdən. Ha, aydın hamı belə deyir, hamı belə deyir. Azad Şabanov, değerli teşekkürler. Ama doğrudan da çok güzel ifadeleriyle son zamanlar hamının ürəyini zəbt edib. Azad, çok sağ ol. Teşekkürler, çok sağ ol. Çok sağ ol, minnətdaram. Mikrofonu ben alım ve seni yola salam. Azad Şabanov, teşekkür edirik dostlar. Bəli, mən xatırladıram ki, şoumuzda o çətin bir gecədə, mən burada olmadığım bir gecədə həmkarlarımız sırasında şounun hətta gözəl aparıcılıq qabiliyyəti. Mən baxdım və çox heyran oldum onun aparıcılığına. Niyə də yox? Yəni maraqlı bir, əlbəttə öz verilişini gözəl aparan, amma burada da çox gözəl görsənirdi. Azər Zahid şoumuzdadır bu gecə. Azər, xoş gördük. Azər, sənin fikrincə finala qalsaydın bu üçlüyle, deyək ki, Fərdanın yerində, deyək ki, qalib gələ biləcəydin və sonda dözümlük nümayiş etdirə biləcəydin, yoxsa? Əlbəttə ki, qalib gələrdim. Yəni, mən bu vaxta qədər əvvəla salamlayıram sizi də. Allah şəfa versin, həmişə ayaqüstə olasınız. Çox sağ olasın. Mən öz Instagram səhifəmdə də paylaşdım ki, insanlara ki, Murad Dadaşovsuz şou duzsuzdur. Bu reallıqdır həqiqətəndir. Yəni, biz sadəcə əvəz eləyirik və siz də bizi o şəraiti yaratdınız, dəvət elədiniz, biz də gəldik, sizi, yəni, bunu elədik. Bu barədə buna təşəkkür ederim. Mən nəyə görə, sən dözümlük haqqında deyim, mən bilirəm ki, Azər o nadir incəsənət xadimlərindəndir ki, hərbi xidmət keçib, düzdürmü? Özü kapitan rütbəsində. Bu az deyil və Azər həyatda kifayət qədər çətinliklərlə üzləşib, həyat kifayət qədər sınıyıb Azəri. Və bu zarafat deyil ki, Azər bugün burada finala qalsaydı, Azər hələ öz sözünü deyəcəkdi. Milli Ordun zabiti olmuşam artilleriya bölməsində. Bir 40 nəfər heyətin baş zabiti olmuşam. Döyüş bölgəsində olmuşam. Toğuz Əlibəyli istiqamətində 3 il 6 ay. Və bütün bu vaxta qədər bütün müsabiqələrdə heç birində məğlub olmamışam. Həmişə birinci olmuşam. İradəliyəm. Sadəcə olaraq bugün burada qalsaydım, mən elə bilirəm ki, mən qalib olardım. Amma qalib olsam belə, mən belə deyəcəm, indi tamaşaçılar başqa cür başa düşəcək ki, ay İslam belə yox. Mən ilk gündən demişdim ki, mübarizə aparmaq istəmirəm də İslamla yazılasa. Qalib olsam belə, yəni həmin vaxta belə mən İslama o maşını verərdim. Yəni o söhbətə qayıtmaq istəmirəm. Ha, yenə cəmaət başqa şey başa düşəcək. Kənan deyəndə elədiniz, elədilər. Kənan yadımda. Yox, xahiş edirəm Murad bəy. Mən ona görə bu bir zarafatdır. İstəmirəm ki, cəmaət yenə ora qayıtsın ki, buna verərdik, ona verərdik. Yox, finalda. Amma hər bir insan... Seçimdir də, niyə də yox? İlk gələndə insan belə eləyir, bir gün, 2 günə gedəcəm də. 2 gün olur, 3 gün, 4 gün, 4 gündən sonra deyirsən ki, mən niyə gedim ki? Hara gedirəm? Hə, hara gedim ki? Axı, mən buradayam. 5-ci gün, məsələn, məni evdən çağırırdılar. Allah hər kəsin anasını sağ eləsin, canını sağ eləsin. Allah saxlasın. Anam buradan 3 gün mənim telefonuma cavab vermədi, mənlə danışmadı ki, çıx gəl evə. Amma mən onunla barışa bilmirdim ki, hara gəlirəm? Mən qoy aparım da bunu gəlimlə. Yəni, belə... Əli dolu gəlim də ayağına. Əslində, yəni, çox maraqlı mübarizə. Düzdür, indi çıxırsan, məsəl üçün, bu informasiyalar yayılır, sosial şəbəkələrdə yazılır, ünsiyyətdə qurursan, deyirsən ki, bu oyundan sonra doğrudan da həqiqətən də insana insanlıq, yəni üz-üzə gəlmək qalır. Bu oyundur, hamı bunu başqa bir formaya yozur. Burada düzdür, o düşünmürsən ki, insana bu sözü deyərəm, acığına gələr çöldə başqa bir şey, o çölü fikirləşmirsən. Biz
əslində mən bunu demək istəyirəm ki, burada mən ulduz həyatı yaşadım, digərlərdə həqiqətən də istirahət elədik. Amma bir şey həyatda təcrübə oldu. Mən bunu hərbi xidmətdə görməmişdim. Axşam bir dəqiqə qabaq başqa şey görürdüm, dəqiqə sonra başqa şey görürdüm. Axşam danışırdılar ki, yəni səhər filan kəs filan olur, ora çıxanda o sənin üzvə dururdu. Mən bunu həyatımda birinci dəfə burada gördüm. Belə. Amma doğrudan da mən bunu da deyim, televiziyaçıyam. İlk dəfə deyərdim ki, bax bu cür massavi bir layihə gördüm. Həqiqətən də tamaşaçılar bu arxa hissəni görmürlər, amma həqiqətən də burada kütləvi sayda insan çalışır. Mən burada gördüm ki, layihədə hər bir iştirakçının yanına nəzarətçi ayaq yoluna qədər gedir. Yəni, üzr istəyirəm, bu ifadədir. Yəni, hər şey nəzarət altındaydı. Yəni, real bir oyun idi. Həqiqətən də reality show-ydu. Həqiqətən də bu ATV-də yayımlardı və sizin ifanız. Təşəkkürlər. Həqiqətən də Azər Zahid şovumuzun çox dəyərli iştirakçıları. Minnətdaram. Həm o gün dəstəyinə görə, bu gün gəlişdən görə. Çox sağ olun. Mən xatırladıram ki, bu müddət ərzində iştirakçılarımız həqiqətən də dediklərinə görə və doğrudan da belədir. Azərbaycanda televiziya məkanında maşın reality şovusu belə deyim də miqyasına görə və ayrılan işinə görə, iş miqyasına görə, maliyyə miqyasına görə ən böyük televiziya layihəsidir və bu televiziya layihəsini həyata keçirən bizim komandamıza dərin təşəkkürlərimizi bildirirəm. M Group Production heyəti, əlbəttə mən adam deyəcək, özünkilərini tərifləyir, amma doğrudan uşaqlar və bütün operator heyəti, texniklarımız, hər birimiz sabah öz təşəkkür payını alacaqlar mənim adımdan, amma bugün də bu vaxtda demək istəyirdim və xatırladıram ki, dostlar, mən şounun sonuna çox az vaxt qalıb və bu xəbərləri mən sizə mütləq deməliyəm ki, bizim şoumuza əsas dəstək olan Pilot Residence şirkətindən, Pilot Residence Premium mənzillərindən məhdud sayda olan mənzillərin 60% artıq satılıb və hər bir gün belə yeni bir mənzil satılır və odur ki, Baksovet ərazisində bu cür endirimli qiymətə bir də ev ələ düşməyəcək. Tələsin ki, sizin də şəhərin ürəyində mənziliniz olsun. Pilot rezidens müştərilərinə heç bir banka getmədən 30% illik ödəniş və 24 aylıq faizsiz daxili kreditlə mənzillər təklif edir. Bildiyiniz kimi, bir çox insanların həyatda əldə etmək istədiyi iki arzu var. Əgər onlardan biri avtomobildirsə, digəri təbii ki, evdir. Buna görə də finala qalan şəxslərə final günü pilot rezidensdən ev əldə etmək üçün daha rahat imkan yaratmaq məqsədilə sürpriz ediləcək. Odur ki, final qalibini gözləməyə dəyər. Aksan Rəsulova artıq ayıldı o anda. Dedi ki, sanki pilot rezidensdən bir yaxşı hədiyyə var. Amma hər çıxan iştirakçıya, hər bizim dostlarımıza bu anda möhkəmlik lazım idisə, bu möhkəmliyi əlbəttə insan vəziyyətdən, şəraitdən və hətta bizim sponsorlarımız elə bir möhkəmliyi nümayiş etdiriblər. Bax, Blokbandan söhbət gedir. Blokban öz möhkəmliyini burada göstərdi. Bilirsiniz məni sevindirən hadisə və hal nədir? Söhbət ondan gedir ki, Blokban bu arada nəinki müasir texnologiyalı bir məhsul təqdim etdi bazarda. Hətta bu müasir indi ekranlarda görürsünüz də, bu müasir texnologiyalı bir məhsul, onun qurulması çox asan bir məsələdir. Nədən ustalar köhnə üsullara əl atırlar? Nədən indiyənə qədər məcbur eləyirlər müştərilər ki, ay yox, onlar deyirlər, deyil, siz fikir verməyin, inanmayın. Əksinə, inanın, bilin. Və bu işi bilməməyindən irəli gəlir. Bilmirlər deyə məcbur edirlər sizi daha çox xərc çəkəsiniz. Məcbur edirlər sizi daha çox vaxt sərf edəsiniz. Blokbanın ustaları bilirlər ki, Blokban ən rahatdır, ən keyfiyyətlidir. Həm vaxt etibarı həm ucuzdur, həm də sizə rahatdır. Düşünün ki, bu ekoloji o qədər gözəl bir məhsuldur ki, həm rütubət evdə normalda saxlanılır, həm zəlzələ, həm yanğına dözümlüdür. Və bu arada sevindirici haldır ki, çox ustalar bu yeni məhsulu istifadə edir. Bəzi ustalar ki, bunu istifadə etmir, köhnə vərdişlərindən əl çəkmək istəmir və nəticədə özləri artıq işlə məşğuldular və hamını məcbur edirlər. Bax, bunlar üçün Blokban yeni məhsul olduğu nəzərə alaraq Mətanət A şirkəti onun hörülməsi ilə bağlı xüsusi təlimlər təşkil edir. Hər bir usta bu təlimlərdə iştirak edib, Blokbanla hörgü işini öyrənərək bu işin nə dərəcədə tez və asan olduğunu şəxsən əmin ola bilər. Təlimlər tam ödənişsizdir, pulsuz, parasız və onları bitirən hər bir ustaya ixtisasın artırılması haqqında sertifikat verilir. Blokban təlimlərdə iştirak etmək istəyən ustalar Ulduz 30
30 nömrəsinə zəng edərək qeydiyyatdan keçə bilərlər. 3w.blogban.com internet səhifəsi və bir ifaçını da dəvət etmək istəyirəm, amma bu ifaçı maraqlı bir şəxsdir. Öncə ondan söhbət edəcəm və biləcəksiniz ki, onun gəlişi ilə gör nə qədər insan bura gəlmiş olur. Əziz dostlar, İlkin Əhmədov gəlir Maşın reality şousuna. İlkin, mən birincisi xoş gördüksən əzim. Mən bilirəm Axşamınız xeyir olsun. Səni hamı tanıyır. Yəni tanıyanlar tanıyır, bir ifaçı kimi, tanımayanlar tanıyır bir parodiya ustası kimi. Mən özüm parodistəm. Bilirsən ki, uzun müddət parodiyalarla tanınırdı müxtəlif insanlara, müxtəlif hadisələr və digərlərində işlər. Amma İlkinin parodiya istedadı, parodist istedadı məni valih edib. Vallahi billahi. Mən səhv etmirəmsə, ola bilsin yanılıram. Amma 14 iyun tarixi 1947-ci ildə Azərbaycanın çox dəyərli ziyalısı, gözəl insan Faiq Sücəddinov dünyaya gəlib. Biz bu tarixi yaşayırıq. Faiq müəllimi ürəkdən təbrik edirəm mən ad günü münasibəti ilə. Faiq müəllimin səhv etmirəmsə, ola bilsin mən səhvəm, amma o zaman redaktorlar xahiş edirəm, əlaqə saxlayaq. Səhv etmirəmsə Faiq müəllim yubileyini qeyd edir bu arada. Mən ürəkdən Faiq müəllimi təbrik edirəm, onu çox istəyirəm və bütün bu zaldan bir Faiq müəllimə alqışlar rica edirəm. Faiq Sücəddinov çox gözəl bir insandır, çox gözəl bir bəstəkardır, çox gözəl bir piyanoçudur və Faiq müəllimi mən hər zaman görəndə mən çox sevdirəm. Və açıq deyim, mən parodiyalar sırasında Faiq Sücəddinov parodiyası məni tam valih etdi. İcazə versəydiniz Faiq müəllim də salamlasın. Bəli. Murad, əzizim, mən çox sevinirəm ki, ölkədə belə gözəl yarışma var. Qara Qarayev görmüşəm mən, Cəngirov görmüşəm. Sən bilirsən Murad, sən yaxşı tanıyırsan, məni yaxşı tanıyırsan. Mənim bir təklifim var Murad. Gələn maşında burada bir rayal olsun. Burada bir rayal olsun, müzikçilər. Hərdən bir, ola bilər əlin çəkər, kimsə gedər, ifa edər. Olsun. Bununla da daha tez qutarar başı şou. İlkin, təşəkkür edəməzim. Sənin ifanı eşitmək istəyərdik, sənin ifanı gözləmək istəyərdik. Əziz dostlar, mən isə sizinlə sağollaşıram və xatırladıram ki, sabah saat 10-da Maşın reality şousu möhtəşəm, təntənəli final gecəsini yaşayacaq. Sabah qalib adını biləcək. Bugün isə şoumuzu bağlanışında İlkin Əhmədov gözəl bir ifası ilə. Buyur əzim. Вернулась оврем чаек, песней прибоя, а свет пробудил сердце как друга. Море встречает сердце как песня, летит из груди. О, море, море, преданным скалам ты ненадолго подаришь прибой. Море, возьми меня в дальние дали, парусы малым вместе с тобой. Грустные звезды в поисках ласки сквозь синюю вечность летят до земли. Море навстречу им детские сказки на синих ладонях несет корабли. О, море, море, преданным скалам ты ненадолго подаришь прибой. Море, возьми меня в дальние дали, парусы малым
Sabaj, amore, more, преданным скалам ты ненадолго подаришь прибой. Море, возьми меня в дальние дали, парусом малым вместе с собой, с собой, с собой, с собой, с собой.